Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, zəhmət olmasa verilişimizi bəyənin, paylaşın, Həqiqi Vəhdət kanalımıza abunə olun. Bugünkü mövzumuz dostlar, bir dəqiqə mən də paylaşım. Zəhmət olmasa paylaşın dostlar. Paylaş. Dostlar, bugünkü verilişimiz, mövzumuz başda da qeyd eləmişəm, Tehran və Təbriz bombalanır və buna bəzi özünü Azərbaycanlı deyən şərəfsiz və xainlər sevinirlər. Buna da, bu sevincə də arqument olaraq nəyə gətirirlər? İranda Molla rejiminin başında duran o Xamneyinin öldürülməsini arqument gətirirlər. Bu arqument deyil. Təbii ki, biz necə ki İrandakı soydaşlarımızın haqqına girirlər, əzirlər, zülm eləyirlər, qəddarlıq eləyirlər bu rejim, Molla rejimi. Necə ki Molla rejiminə qarşı çıxırıq, oradakı vətəndaşlarımıza qarşı bunu eləyirsiniz, onu eləyirsiniz, filan zülm eləyirsiniz, haqsızlıq eləyirsiniz, haqqına girirsiniz, səsini boğursunuz, haqq səsini boğursunuz. Bunu necə deyib, tələb eləyiriksə, müdafiə eləyiriksə, bu günlərin Tehranda, Təbrizdə, bilirsiniz də, yəni Amerikada, İsraildə bombalayırlar, nə qədər günahsız orada insanlarımızı öldürürlər. Bunlar bizim soydaşlarımızdır. Bunlar bizim Azərbaycanlarımızdır. Bunları müdafiə eləmirsiniz. Yəni, mən anlamıram, siz necə Azərbaycanlısınız? Siz nə qədər tipoy, nə qədər axmaq, nə qədər başıboş, nə qədər milli mənəviyyətdən, nə qədər milli şuurdan uzaq bir adamlarsınız siz. Hələ utanmadan da düşmüşsünüz ortalığa ki, biz Azərbaycan sevirik. Azərbaycanın, böyük bir Azərbaycanın qurulmasından danışırlar bu adamları. Fikir vermişsiniz siz. Bizim orada soydaşlarımızı müdafiə eləmirlər, sevinirlər. Bombalayırlar, insanları öldürürlər, günahsız insanları. Bizim soydaşlarımız deyil, bizim bir parçamız da oradakılar. Onları orada öldürürlər, ona sevinirlər. Müdafiə eləmirlər. Sonra da deyirsiniz ki, biz gəlin ay Arazın otayındakı bizim soydaşlarımız, qardaş və bacılarımız birləşək, böyük bir Azərbaycan quraq. Sən onu müdafiəsiz qoyursan, müdafiə eləmirsən, xainlərdən, düşmənlərdən onu müdafiə eləmirsən sən. Sən necə qurarsan sən böyük Azərbaycanı? Nətər? Yəni, onların bombalanmasına sevinirsən sən. Sevinməsən belə, müdafiə eləmirsən. Onu görən Arazın otayındakı bizim soydaşlarımız, Azərbaycanlarımız, qardaş və bacılarımız bunu görürlər axı, bunu izləyirlər axı, bunu qanırlar, başa düşürlər. Onlar necə gəlsin bizə inansın, bizə dəstək versin, bizə qardaş desin, bacı desin, dost desin, bağrına baxsın, bir böyük gücə çevirirlər, bir böyük bir Azərbaycan quraq. Necə olacaq bu? Yəni siz nə qədər ləyaqətsiz, nə qədər plansız, projesiz, milli düşüncəniz sıfıra bərabər desin. Allah'ın olsun, mən baxıram, komentariyalarda özünü Azərbaycanlı deyir. Canım qurban, ürəyim qurban, nə bilim, böyük Azərbaycan, o da nə bilim biz milləti. Yəni nə millət, hansı millətçilikdən danışsın sən? Sən öz millətini müdafiə eləmirsən, sən xainlərdən. Sən hansı milliyyətçilikdən danışırsan sən? Bombanı atırlar. Nədir? Qız uşaqlarının oxuduğu, balaca uşaqlarının oxuduğu məktəbə uşaqları öldürürlər. Sən sakit qalmısan. Ümumiyyətcə, sən mərhəmətdən uzaq bir adamsan sən. Sən bizə necə qardaş ola bilərsən? Nətər dost ola bilərsən? Nətər sən mənlə can deyib can eşidə bilərsən? Bunu Azərbaycanlılar görür. İranda yaşayan bizim soydaşlarımız, milyonlarla Azərbaycanlarımız görür, qanır, başa düşür. Onlar görürlər ki, bu günlərim o bombaların altında yağış kimi gəlir bombalar. Təbriz, Tehran bu dəqiqə bombalanır bu dəqiqə. İndi. Nə qədər adam ölür orada günahsız. Siz bunu müdafiə eləmirsiniz. Siz gedib okeanın o tərəfindəki pedofil Trump'ı müdafiə edirsiniz. Nə bilim, siyonistləri müdafiə edirsiniz siz. Siz nə qədər arsız, abırsız, həyasız adamlarsınız. Sizə ana doğub, yoxsa fahişə doğubdur? Sizin tərbiyəniz var sizin.
Sizin ləyaqətiniz var. Siz bir evdə ana tərbiyəsi, ata tərbiyəsi görmüsünüz siz. Ümumiyyətlə dövlətçilik anlayışınız, milliyətçilik anlayışınız var sizdə ya yox? Haqq anlayışı, ədalət anlayışı var ya yox? Mərhəmətdən xəbəriniz var ya yox? Dəhşətdir qardaş. Bu nə cəmiyyətdir, bu nə millətdir? Bu nə həyasız bir cəmiyyət oldunuz ha siz? Təbii ki, indi bu sözlərim hamısı belə yanaşanlara aiddir. İranda mənim soydaşlarım öldürülür. İrana qarşı olan təhlükə bizə qarşıdır. Türkiyəyə qarşı olan təhlükə bizə qarşıdır. Rusiyaya qarşı olan təhlükə bizə qarşıdır. Niyə? Çünki biz elə bir yerdəyik ki, dostlar, bizim qonşularımız da onlar. Əgər onlara bir təhlükə olarsa, onun zərərini biz də çəkəcəyik. Hatta nə vaxt siyasiləşəsiniz, nə vaxt adam balası, adam olasınız, və bir kişi olasınız, bir qiriyyətiniz olsun, bir namusunuz olsun, bir ağlınız olsun. Heyvan kimi başınızı salıb aşağı, nə gündə sizəsiz. Adam da öz soydaşlarının öldürülməsinə sevinər. Bu qədər biabırçılıq, bu qədər rəzalət mi olaraq ki? Mənə çatmır bu şeylər. Yəni, mənim uğrunda mübarizə apardığım millətimin evladı bu günlərim böyük Azərbaycançılıqdan danışır. Tarixi böyük Azərbaycançılıqdan, böyük Azərbaycanın qurulmasından. Nə bilim, oradakı soydaşlarımız bizim qardaşlarımızdır, bacılarımızdır, vətəndaşlarımızdır, nə bilim nə. Get müdafiə elə də, niyə eləmirsən bəs? Niyə eləmirsən? Söz də deyəndə nədir, Xamneyinin ölümünü arqument gətirir. Deyir, mən ona sevinirəm. Sənin ona sevinməyin mənə lazım deyil. Millətini müdafiə elə, xalqını müdafiə elə. Sən o tərəfdəki insanların, deyir, Farsına vaxtdan qardaş oldu. Ay qardaş, Təbrizin, Tehranın %80% Azərbaycanlıdır. Nə Fars, Fars nədir? İranın yarısından çox Azərbaycanlıdır. Fars nədir? Nə danışsınız siz? Fərq eləmir, lap belə qardaşımız da olmasa, mərhəmət, insanlıq bəs, ləyaqət. Fələstində də körpə uşaqları qırdılar, öldürdülər, eşşək kimi belə yediz, yatdız, baxdız, dediniz, mənə nə, ərəb deyiləm mən. Elə bil ki, bu biabırçılıq, bu rəzalət bir dənə ərəbə qarşı hesablanıbdır. Yəni, bu ərəbə olur da normaldır da bu. Və yaxud da nə bilim, Afrikada, digər ölkələrdə, bu normaldır da ola bilər. Mənə dəyməyən ilan 1000 il yaşasın. Üçün səni kim Azərbaycanın təpəsini yerə soxun. Sən nə qədər qoyun heyvan adamsan, sən? Heyvan belə, digər heyvanları, digər cins heyvanları belə müdafiə edilir bəzən. Harayına çatır ya. Siz ərəbi qətl edirlər, dediniz ərəb deyil. Afrikanlı qətl edirlər, deyiniz Afrikanlı deyil. Siz gözləyirsiniz ki, sizi qətl eləsinlər, sizin iminini Azərbaycanın raketləsinlər, bombalasınlar, qətl eləsinlər, duraqsınız ayağa ki, sən deməcə bizi öldürürlər. Bizə mərhəmət lazımıymış. Belə tipoy millət olar, belə axmaq cəmiyyət olar. Bu ağılla, bu şuurla biz Azərbaycana nə gətirəcəyik? Yəni, mərhəmətdən uzaq olub. İnsanlıqdan uzaq olub. Məzlumun səsi olma. Zalimin zülmünə qarşı sakit qaldığına, sonra da deyəcəklər ki, mən Azərbaycanda ədalət gətirəcəm. Hardan gətirəsən? Ədaləti o adamlar gətirir ki, zalimin zülmünə qarşı duruş gətirir. Ədalətsizliyə qarşı duruş gətirəndə sən ədalət gətirə bilərsən. Sən ədalətsizlik edirlər, Təbrizi, Tehranı bombalayırlar, bizim soydaşlarımızı öldürürlər. Fərqi nədir? Fars olsun, Türk olsun, ərəb olsun, fərqi nədir? Sənin mərhəmətin harada qalıb? Bədbax, yazıq, şuursuz. Bəyəm sənin Allah sənə verdiyi o mərhəmət hissini bir dənə bizim üçün verib, yəni sən mənə yana bilərsən, yəni mənə də, mənim dərdimə şərik ola bilərsən də, sən yəni orada ərəbi qətl eləyirlər, öldürürlər, özləri bilər, mənə nə? Afrikanını öldürürlər, aç saxlayırlar, qırırlar, mənə nə? Belə mi olur Allahın yaratdığı gözəl bəndə? Belə mi olur Allahın yaratdığı şərəfli, ləyaqətli, mərhəmətli bəndə belə mi olur? Bu hardan çıxıb, təzə çıxıb belə Allahsızlıq, belə alçaqlıq, belə vicdansızlıq, mərhəmətsizlik, belə təzə mi çıxıb bu da? Bu nə Azərbaycanlı da belə? Bu nə millət evladı da bunlar? Rəzalətli adam utanır ya, bütün komentarlara baxıram.
Eşek sürüsü, heyvan sürüsü öz millətini müdafiə eləmir ya. Öz millətini müdafiə eləmir. Mən məcburam bu tonda danışam. Çünki bunların qandığı dil budur. Bunların qandığı dil budur. Kardeş adamlar hələ də başa düşmürlər ki, kardeş biz elə yerdəyik ki, elə ərazidəyik ki, bizim qonşularla düşmən olmaq kimi bir fikrimiz yoxdur. Biz nə İranla, nə Rusla, nə Türklə, nə Gürcüylə ola bilmərik, eləməməliyik belə. Əksinə biz ağlımızı işlətməliyik, siyasiləşməliyik, siyasət aparmalıyıq, düzgün nədir, addım atmalıyıq. İrana düşmən, Rusa düşmən, ona düşmən, elə bir Türkədir. Türkünün özünün də bəzən təbliğatını görsən, Türkə düşmən. Nədir qardaş bu? Nədir bu düşmənçiliyle bir daha bizim üçündür? Erməniyə düşmən hamıya. Bu bir dənə bizim üçündür bu. Yəni biz millət olaraq düşmənçilik obrazı ilə yaşamalıyıq da. Biz ancaq elə bu hisslə yaşamalıyıq da biz. Yəni bizə dostluq hissi lazım deyil də. Biz qonşularımızı müdafiə eləməyik də, eləmi? Yəni qonşularımıza təhlükə varsa bizə nə? O vaxtı nədir? İraq, Libya orada təhlükə olanda Suriyalılar da bas. Eyni Suriya milləti sizin kimiydi. Baxırdı belə deyirdən mənə nə? Sakitçilik də neyinirik ki? Poxlu qarnımız doyur istiyor. Başımız sakitlik istiyor. Nə oldu? Sakit oldu mu baş? Yox. Niye? Çünkü qonşusundakı təhlükənin qarşısını kəsmədi. Onun qarşısına keçmədi. Elə bir ki, bir məhəllədə mənim evim yanır, kömək eləmirsiniz. Yanır, sırasıza gəlir. Sizin eviniz yanır. Yani sizin anlayışınız budur mu? Sizin məntiqiniz budur mu? Yani bunu deməkdə məqsədim nədir dostlar? Həm millətimizin bəziləri hələ də heyvani təfəkkürdən çıxa bilmirlər. Heyvan bunlardan mərhəmətlidir. Heyvan gene Allah'ın olsun. Mən bunu deyib heyvanlar bizim can dostlarımızdır. Qardaşımız qədər, atalarımız qədər, analarımız, evlatlarımız qədər heyvanlar bizə əzizdir. Allah onları bizə əmanət eləyibdir. Heyvan qədər də belə yoxsunuz. Bu nədir bu belə? Bunlar kimdir? Bunlar nəyin Azərbaycanı? Sizə it sürüsü tökülüblər ortalığa. Komentariyalarda doludular. Öz millətini müdafiə eləmir. Bizim yerimizə Yahudi olsa neyniyərdi? Erməni olsa neyniyərdi? Çeçen olsa neyniyərdi dostlar? Bizim yerimizə onlar olsa neyniyərdi? Bəyənin dostlar, bəyənin, paylaşın, salam olsun yeri gələn dostlara. Deyir bizdə Qarabağ almışıq. O argument deyil əzizim. Qarabağ sənin haqqını idi, aldın. O argument deyil. Argument deyil. Zülüm varsa susmayassan. Zülmə susasa səndən şərəfsiz adam yoxdur. Səndən ləyaqətsiz, oğraş adam yoxdur. Allah dünyanı yaradıb, içində də bəndələrini yaradıb. Mövqeyini ortaya qoyassan. Qoymursa sən şərəfsiz alçaq adamsan. Sənin ləyaqətin yoxdur. Kim olursan ol, hamıya aid, hamıya. Mövqey olmayanın arvadını yanından götürsələr atacaq, peysərinə yaşayacaq. Ləyaqətli, şərəfli adam mövqeyini qoyar ortaya. Qonşuna zülüm olur, səsini kəsirsən. Halbuki sən bu günə qədər, baxın diqqət edin, Rusu da düşmən görürlər, düşmən sürürlər. Neçə il təbliğatı gedir, Rusu da düşmən sürürlər bizə. İranı da, hətta arada Türkü də. Yəni bu nədir belə? Qardaş, hamını bizə düşmən ediblər. Bundan hara kimi gedəcəyik? Yəni bu millət bütün qonşularını özünə düşmən seçsin. Bu siyasət aparsın. Bu mundarçılıq eləsin. Bu nətər çıxacaq? Bu kimə qarşı savaşacaq? Kimə qarşı? Bildik, İran rejimi qəddardır, zalimdir. Neçə illərdir bu millətinə zülüm eləyir. Haqlarına girir, bəli. Bunu bilirik də, indi demirik ki, hər zaman demişik. Amma bugünkü gündə məqam gəlib çatıb. Bu günlərin sənin Təbrizdə, Tehranda sənin Azərbaycanın soydaşlarını bombalayıb öldürürlər. Sən buna sakit qalırsan. Adında nə qoy? Fars. Yəni Farsı qətl eləmək lazımdır. Yəni Fars qətl oluna bilər də, normal deyilmi? Mən anlamıram, yəni bu millətin bu düşüncəsi nədir belə? Bu nə tipoy millətsizəsiz? Nə manqurt millətsizəsiz? O adam olun, özünüzə hörmət edin. Abrınız olsun, əyalınız olsun. Şərəfiniz olsun. Türkçe qardaş deyəsən, get Türk gör necə müdafiə eləyir.
Get bak gör deyirsə, bəzən türkçüləri bəyənmirsiniz. Gedin baxın komentarlarda görün türkçülər öz türk qardaşlarını necə müdafiə edir yanında. İrandakı türk qardaşlarını görün necə müdafiə edir. Bizim eşşəklər də, bizim heyvanlar da, peysər, fahişədən doğanlar da tökülüblər komentariyaya. Xameyni öldürsə, Xameynin ölməsinə sevinmirsən sən. Qardaşlarının, bacılarının ölməsinə sevinirsən. Ay tipoy, manqurt, ay poxlu qarnına, nəfsinə köl olan alçaq bir qiriyyət Azərbaycanlı. Güya bunlar bu hərəkət eləməklə bizi təmsil edirlər, bizim adımızı yüksəldirlər. Güya bunlar Azərbaycan sevər olublar. Bəstirin, nə də bu? Ayıbdır, biraz özünüzə hörmət eləyin. Allah göydən baxır. Allah niyyətləri görür, niyyətlərinizə bir düzəliş eləyin. Bəstirin, bu nə deyir Azərbaycanlıdır? İt kimi, heyvan kimi başını salıb aşağı qoyun kimi. Mənə nə, sənə nə maraqlandırır? Nəyə gəlmirsən bu dünyaya? Bu işıqlı dünyaya bu Allahın yaratdığı bu dünyaya nəyə gəlmirsən? Ay Azərbaycan, ay insan, ay bəndə. Nə işin var sənin bu dünyada? Vəzifən nədir sənin? Hə? Atıb boynunun dalına, poxlu qarnına əsir olmaq üçün gəlmirsən bu işıqlı dünyaya? Belə şey olur. Sonra da bize Azərbaycanlı olurlar, ləyaqətli olurlar, şərəfdən danışırlar, ağıldan danışırlar, mərhəmətdən danışırlar. Adamın mövqeyi yoxdur, mərhəmətdən danışır. Mövqeyi bəlli olmayan bir adam hansı mərhəmətdən danışır? Mövqeyin bəlli deyil sənin. Allahın yaratdığı dünyada iki yolun var. Ya şər qüvvənin yanında durasın, ya haqq qüvvənin. Bitti. Sən haradasan sən? Nəyin yanındasan sən? Belə şey olur. Bəstirin də özünüzü Azərbaycanlı kimi aparın, özünüzü adam kimi, insan kimi aparın. Adam iğrənir, Gör bizə kimlər Azərbaycançıdan danışır, bir qiriyyət yığını, bir qiriyyət. And olsun Allah, komentarlara baxın, gedin o türkçülərin kanallarına bir girin, izləyin, baxın. Görün, İrandakı türk qardaşlarını, bacılarını necə müdafiə edirlər. Gedin baxın, nə qardaş, mən özümdən demirəm ki, gedin izləyin, görəsiniz. Facebook'da, TikTok'da, Instagram'da, YouTube'da her yerde. Gedin bakın görün İran'daki kardeşlerini, bacılarını necə müdafiə edirlər. Bizim tipoylarda düşüb ortalığa saxta özünü Azərbaycanlı deyən, Allah nə bilim mən bayrağımı sevirəm, üçrəkli bayrağım üçün nə bilim ürəyim qurban, boynum qurban. Bəstir nə? Artistlik eləməyin nə? Bu qədər peysərli uğraşdıq olar. Mən məzmunam bu tonda bu alçaqlara qarşı danışam. Beğenin dostlar, beğenin, paylaşın. Yeni gelen dostlara salam olsun. O adam utanır, Kur'an and olsun dostlar. Bu kadar vicdansızlık mı olar? Deyir, sen elə kışkırırsan, kışkıraram da bəs. Mövqeyin bəlli deyil. Alçaq kimi yaşayırsan, vicdansız kimi yaşayırsan sen. Yalandan özünə türk deməcinən, yalandan özünə Azərbaycanlı deməcinən, artistlik eləməcinən, özünü düşük yerinə qoyma, cəmatda düşük hesab eləmə. Bəstirin də ayıbdır, bu nə də adam utanır, gör bizim millətimizin evladı gör nə günə düşüb. Öyle bir utanmadan gelir Azərbaycan, böyük Azərbaycandan danışır. Arazın otağındakı 30 milyon, 35 milyondan artıq, indi dəqiq hesabını bilmirəm mən. 30-35 milyondan artıq soydaşlarımızı müdafiə eləmir. Deyir, böyük Azərbaycan quracaq. Nə ilə qurasın? Bədbax, yazıq, Siyonist köpəkləri. Tipoylar, nə gündə sizəsiz? Yazıqlar olsun, təbii ki yazıqlar olsun. Mən utanıram, Allah'ım olsun. İğrənirəm, mən. Mən bu millətin evladı olaraq iğrənirəm. Yəni bu millət belə oğraş günə qaldı, belə cında günə qaldıq biz, hə? Oğraş, peysər, paskuda, tıvar günə qaldıq bir millət olaraq. Doğrudan da belədir. Utanıram, mən yerə girirəm. Bütün komentarlarda baxıram, Türklər qardaş, İrandakı Azərbaycanları, Azərbaycan türklərini müdafiə edirlər durmadan. Belə qaldırırsan, oxuya qaldırırsan, ancaq müdafiə edirlər. Bizimkilər də sevinirlər.
Mən bilmirəm, siz türk yoxsa bu nə tər türkdür? Bu nəyin türk oğlu türküdür? Bu nə tər türk oğludur ki bu? Ermən Erməni nə yazıb? Erməni əsilli, erməni çoxdur. Bəli, var o heç. O heç, qardaş, sıralarımızda var bu meydanın özündə də. Özünə bloger deyən, bax, Əli Oğuz kimi fahişədən əmələ gələn. Anası fahişə, arvadı fahişə, özü peysər. Əli Oğuz var Oğuz TV, Paskoda nəsli xarab uğraş. Türkçülükdən danışır, türk oğlu türkçülükdən danışır. İranda bizim soydaşlarımızı öldürürlər. Çıxır birdən nə bilim, böyük Azərbaycan, nə bilim, qırğın olacaq, qiyamət olacaq. Hey, nə bilim, biz dünya nədir? Nümun olacaq. Nətər Siyonisə köpəkliyi eləmək nə? Anlamadım mən. Sən həm Siyonisə köpəkliyi, sən həm də böyük Azərbaycan qurasan. Anlamadım mən. Yəni Siyonist sənə dəstək verəcək ki, sən böyük bir Azərbaycan qurasan, inkişaf edəsən, gələsən həmən o Siyonist rejimi keçəsən. Buna sənə imkan verəcək. Bu nə məntiqdir, bu nə siyasətdir, bu nəyin mübarizəsidir? Kimin mübarizəsidir? Kimə lazımdır bu adamlar? Nədir bu belə? Məsələ bu deyil, qardaşlar. Erməni əsilli yox, öz əsillimiz, özümüzün. 5 manata, 3 manata it kimi quyruq bulayanlar ortalıqda. Təsəvvür edirsiniz. Azərbaycandakı medialara gidin baxın. %99'u, 98'i Siyonistlərə xidmət eləyir. Bu qədər uğraş olar bir millətin içində. Bu qədər satqın, xain, 200'lü şərəfsiz olar bir millətin içində. Bu nədir belə? Anlamıram mən bunu. Bu nədir belə? Bu bölücülük kimə lazımdır? Sən bölücülüklə məşğulsan. Sən nətər məni bir yerə yığasan, arazın o tay, bu tay, biz yığılıb bir yerə, güya biz böyük Azərbaycan quracaq. Nə pas onda belə? Siyonisə köpəkli yeriysən, Amerikaya, nə bilim, Rusya, hər yerə köpəkli yeriysiz. Sonra da böyük Azərbaycanın qurulmasından, ədalətin gəlməsindən, azadlığın gəlməsindən danışırsınız. Gülməli deyil bu. Gülməli də ki, bu nə də belə? Bunlar kimdir belə? Böyük Azərbaycan bizim otayımız deməkdir. Olsun da ben müdafiə eləyək də. Söz demirəm ki, müdafiə eləyək də. Nətər olur ki, Türklər müdafiə eləyir, biz müdafiə eləmirik. Onda biz saxta qardaşıq da. Osturası şeyik də biz millət olaraq. Belə çıxır. Anlamıram mən bunu. Onu girdirməyik də biz. Saxtayıq da, fırfırıldaq millətik də. Dallıboya xəstə bambılı millətik də. Belə çıxır da onda. Nətər olur ki, Türkdə belə şey yox, bizdə var. Kimdir Türk? Bizi Türk. Belə Türk olur. Mənə bu maraqlı deyil, qardaş. Qardaşım deyir, mən İran tərəfdarıyım. Söhbət İran tərəfdarı, Rus tərəfdarı, Türk tərəfdarı olmaqdan getmir. Əsas məsələ burada haqq, milli düşüncə, ədalət. Mənim milli düşüncəm varsa, mən bu günlərim Tehranda, Təbrizdə bombalanıb, günahsız yerə öldürülən vətəndaşlarımın yanında durmalıyam. Mən insanlarımın, soydaşlarımın yanında durmalıyam mən. Başa düşdünüz? Mən gedib uymamalıyam mən. Nə bilim, oradan İsraildir, Amerikasıdır, bombalayır, İrana ədalət gətirəcək. Güya nə bilim, demokratiya gətirəcəklər. Belə bir şey yoxdur. Bunlar hamısı oyundur, yalandır, fırıldaqdır. Məsələ budur, qardaş. Söhbət İrandan getmir ki, İranda mənim 30 milyondan artıq soydaşlarım yaşayırsa, təbii ki, mən oranı müdafiə edəcəm. Haranı müdafiə eləməliyəm? Rusiyada mənim 4 milyon Azərbaycanlım yaşayırsa, təbii ki, Rusiyada bəla olarsa, problem olarsa, biz oranı müdafiə eləməliyik. Belə də, qardaş. Neyə indi? Bu Əliyev rejimi bizi bədbaxt günə qoyub, ölkədən didərgin salıb. 4 milyon soydaşlarımız gelib Rusiyada 500 qəpik çörək pulu dalınacaq. Bunları müdafiə eləmək lazımdır da. Neyə indi? Bəzən çıxırıq, tənqid edirik, yox, amma müdafiə eləməliyik axı. Mövqeyimiz bəlli olmalıdır ki, adamlar bilsin ki, doğrudan da biz bu millətin evladıyıq. Belə olmalıdır da, qardaş. Türkiyənin özündə, elə Gürcistanın özündə nə qədər bizim Azərbaycanlılarımız var, Türk qardaşlarımız var. Müdafiə eləməliyik də, nə eləməliyik? Yahudiyə gələndə müdafiə olar, Çeçenə gələndə olar, Erməniyə gələndə olar, bizə olmaz. Anlamadım mən.
Niye olmasın ki? Rus da eləyir, Alman da eləyir, hamısı biz de eləyir. Niye eləməyək ki? Anlamadım ben. Onlar biz olmaz. Allah köydən baxırıq, bəs insanın vicdanı, mərhəməti və kişiliyi və insanlığı və milli düşüncə bu qədər insafsızlıq olar, hə? Bu qədər vicdansızlıq olar. Bu nədir belə mediada? Tökülüblər it sürüsü kimi. Baxırsan belə qardaş, Azərbaycançılıqdan danışır, nə bilim özünə hörmət eləmək, gələcəkdən zaten danışır, Azərbaycana demokratiyanın gəlməsindən danışır. Nə ilə gətirəsən? Nə ilə? Böyük Azərbaycan nə ilə qurasan? Bir dənə JEK müdürünü işdən çıxarda bilmirik. Bir dənə JEK müdürünü işdən çıxarda bilmirik. Biz Arazın otağındakı Azərbaycanlılarla necə birləşəcəyik? Hə? Nətər birləşəcəyik? Adamları orada öldürürlər, qətl eləyirlər. Soyqırım eləyirlər. Başlarına min oyun açırlar. Günahsız insanlar evlərində oturarkən bombalayırlar. Hə, İran da bombalayır. Cavab olaraq bombalayır da. Durduğu yerde gəlib bunu bombalayırsan da cavab verməli. Daha hansı ölkə verməz ki? Amerika mı verməz, İran mı verməz, İsrail mi verməz, Azərbaycan mı verməz, Türkiyə mi verməz, hamısı verər də. Hansı ölkəni bombalasan sənə cavab verməz? Haqqı var da verməlidir, deyil mi? Nə eləməlidir ki? Nə verməlidir ki? Bu ayrı bir məsələdir. Amma günahsız yerə mənim orada soydaşlarım öldürülür. Qətl edilir, uşaq, qadın, hamısı. Elə Farsı da olsun. Farsı da olmaz, niyə ölməlidir ki? Niyə qətl edilməlidir? Niyə axı? Biz əgər mərhəmətin yanındaqsa deməliyik. Doğruların yanındayıqsa Allah rızası üçün. Deməliyik də bunu. Yox, nə bilim, Farslı qətl olunmalıdır, mənlikdə ölü. Yox, o tərəfdəki Azərbaycanlılar molla rejimi idarə edir, mənlikdə ölü. Qarışmıram, müdafiə eləmirəm. Bu qədər tipoy düşüncə hardan da bu insanlarda? Bu qədər manqurt düşüncə hardan da bu insanlarda? Bunlar nədir? Bunlar dədələrindən, analarından aldığı tərbiyə budur mu? Bir sizə evdə milli düşüncə zat aşılamayıblar sizə. Bir ləyaqətli düşüncə aşılamayıblar sizə. Bu nə tər şeydir? Mənim başım çıxmır. Rus deyir, öz millətini qırır. Qardaş, bu İranda da baş verdi. Bax, son vaxtlar fikir verici miting oldu. Neçə minlərlə insanları öldürdülər. Təbii ki, təxribat var idi. Təxribat var idi. Bu, qıraq, nədir, xarici güclərin oyunları idi. Qaza gətirdilər, rejimlə üz-üzə qoydular. Təbii ki, var idi. Hətta molla rejimi dedi ki, İranda, dedi ki, biz danışıqlara hazırıq da, bu mitingi zadı yığışdırın, bu meydana çıxmağı. Biz özümüzə bir başçı varsa, seçin, göndərin, gəlsin, oturaq masa arxasında söhbət eləyin. Nə problem varsa birlikdə çözək. Bunun molla rejimi özü dedi, təklif elədi. Heç kəs çıxmadı. Aldırar əlinə silahlarını, kimə gəldi, güllələdilər meydanda. Kimi gəldi? Təbii ki, rejim də bunun qarşısını almalıdır. Orada bəli, 10 min də ölə bilər, 5 min də ölə bilər, 3 min də ölə bilər. Təbii ki, orada günahsız insanlar da ölüb. Buna da haqq qazandırmırıq. Biz də bilirik, neçə ildir, bax, bizim orada soydaşlarımızın hüquqları tapdalanır, haqları tapdalanır. Amma bugünkü gündə bizim soydaşlarımızı bombalayan Xameyni rejimi də öyle, bu rejim də öyle. Qıraqdan bombalayırlar. Buna biz icazə verməməliyik, buna qarşı çıxmalıyıq, soydaşlarımızı müdafiə eləməliyik. Ay, siz nə qədər köpək adamlarsınız, nə qədər şərəfsiz, nə qədər ləyaqətsiz, nə qədər vicdanınızı itirmiş, alçaq biqriyyət adamlar sizəsiz. Ay, mən utanıram, mən. Ölüb yerə girərəm, gör mən uğrunda mübarizə apardığım millətimin evladı özünü qoy qandonluğa, özünü qoy peysərliyə, özünü qoy cındalığa. Sonra da bana Azərbaycançılıqdan danışır. Sonra da bana dəyərlərdən danışır. Azərbaycan dəyərindən. Halbuki Azərbaycan dəyərinin içərisində buna da yer var ki, sən öz vətəndaşını, sən öz soydaşını müdafiə eləməlisən. İstəyir Amerikada öldürsünlər, istəyir nədir, İranda istəyir, Turanda istəyir, həm Türkiyədə ardollu olsun. Sənin soydaşın deyil, bunu müdafiə eləməlisən. Eləmirlər. Eləmirlər. Siz belə eləyəndə, o Arazın otayındakı bizim soydaşlarımız sənə gəlb niyə qoşulsun ki? Baxır ki, İran bombalayır, İsrail bombalayır. Türkiyə orada qınamaqla məşğuldur, heç bir yardım eləmir. Azərbaycanlılar da komentarlara töküb, heç biri müdafiə eləmir. Ki, bunlar Azərbaycanlılar, osturağa basırlar. Sonra
Başqa çarələr qalmır. Məcbur gedib molla rejiminin ətəyindən yapışır ki, belə məni qoruyan bunlardır. Mənim başıma tökülən bombalardan müdafiə edən molla rejimidir. Məcbur gedir onu qucaqlayır. Nə eləməlidir ki? Nəcür olmalıdır ki, qardaş? Deyir sən xainsən. Olsun. Sən deyən olsun. Problem deyil. Mən xain olum. Sən at peysərinə, haqsızlıq qarşısında at peysərinə gir arvadının ananın baldırının arasına istəyirdi. Yatma belə çəkirləşinə. Bax belə bax ki. Hə, mən savaşacağım. Mən haqqı deyəcəm. Mən sənin arvadın da yerinə, qızının da yerinə, ananın, bacının, sənin özünün yerinə belə haqqı deyəcəm. Sən at peysərinə peysər kimi yaşa. Oldu mu? Sən elə yaşayışın odur. Ona xain deyir, buna xain deyir, buna İrana işləyir, buna nə bilim Turana işləyir, buna Rusa işləyir. Nə oldu? Bu millət elə hamısı xaindir, götü verənlər. Hə? Kim baş qaldırır haqqı deyir, xaindir. Anlamadım mən. Biz haqqı nə cür müdafiə eləyək? Sizin kimi girək mamamızın isti baldırına, arvadımızın baldırının arasına girək, oradan başlayaq. Mən kişiyəm, mən belə oğlanam, mən. Haqsızlığın qarşısında susaq, özümüzə deyək, mən belə oğlanam, mən. Bizə nəyəm mən? Elə olaq. Boyunuzu yerə soxum, hə? Düz sözə nə deyəsən? Bəli, əlbəttə ki, elədir də. Qonşuda yanğın buna da düşər. Nə saçımı tarayıram? Bilmədim, başa düşmür. Yəqin ki, yazmaq istəyirmiş ki, dostumuz, qonşuda yanğın varsa, susuruqsa, o bizi də bürüyəcək, bizim evimizi də yandıracaq. Olmaz axı, ayıbdır qardaş. Mən burada bilirsiniz, dəqiq doğruları demək lazımdır. Əgər bizim milli düşüncəmiz varsa, milli dəyərlərimiz varsa, biz o dəyərlərə hörmət eləməliyik. Biz o düşüncəyə hörmət eləməliyik. Allah'a and olsun, utanıb ölüb yerə girəm. Baxıram belə, vallahi billahi. O bütün türklər İrandakı türk qardaşlarını, bacılarını müdafiə edir. Bizim peysərlərdə it sürüsü kimi tökülüblər. Sevinirlər, müdafiə edən yoxdur. Sevinirlər. Ay, nə qədər axmaq, nə qədər manqurt, nə qədər düşük adamlar siz. Mən buna narahat oluram ki, qardaş, bunu yanıram ki, bunlar kimdir belə? Bunlar doğrudan da mənim millətimin milli düşüncəsi olan kişilərin, ləyaqətli qardaşların, kişilərin, bacıların sırasında olan adamlardır. Bunlar Azərbaycançılıqdan danışır, böyük dəyərlərdən danışırlar, nə bilim nədən danışırlar. Bunlar yoxdurlar axı. Bu məqam gələn kimi dəyərlər də yaddan çıxır. Yaddan çıxır. Unutma, namus sahiblərində olar. Təbii ki. Yox, siyasi savadsızlıq başqa şeydir, qardaş. Savadın burayla nə əlaqəsi var ki? Nə əlaqəsi var? Bəyəm, bütün millətlərimiz üçün Almaniyada milli düşüncə var, milli dəyər var. Bunların hamısı savadlıdır, yox. Bəyəm, mən gedib 5 dənə institut oxumuşam, yox. Orta məktəb oxumuşam. Bu, ondan irəli gəlmir, qardaş. Mərhəmət deyilən bir şey var, vicdan deyilən bir şey var adamda. Bir ləyaqət deyilən bir şey var. Sən bir şey qanıb başa düşməlisən ki, bəlalar, zülümlər sıraylandır. Sıraylandır. Bugün İrana təhlükə varsa, sabah sənədir. Sabah Türkədir. Bəli, bəli. Bəlalar sıraylandır. Təkcə İranı bürünməyəcək ki. Suriyada, İraqda, bölgədə necə oldu? Amerikası, Siyonistləri hər yeri darmadağın elədilər. Hamısının da adını qoydular ki, biz demokratiya gətirəcəyik. Sonra da dağıtdılar, tökdülər, sonra da təbliğatını apardılar ki, sən deməcə, bu qədər biabırçılığın, rəzalətin kökündə din yatırmış, İslam. Yəni, bu adamlar dinçiymişlər, İslamçıymışdılar, ona görə bu gündədirlər. Təsəvvür edirsiniz siz. Yəni, bölgədə İraq, Suriya, nə bilim, Libiya, bunlar Allaha inadı, Allah'ı sevirmiş, hürmet edilmiş, dinle yaşayılmışlar İslam'la. Ona göre bunlar bu güne düşüblər.
Oyuna bir baxın ha. Bütün Müslüman ölkələrini darmadağın elədilər. Sonra da yıxdılar dinin üstünə. Dedilər din eləyibdi. İslam eləyib. İslam nə deyilsə? Dedi Amerikadan okeanın o tərəfindən bombaları, tonlarla bombaları gətir yağdır başıma. İslam onu dediysə. Belə bir şey yoxdur axı. İndi bəzi manqurtlar da, bəzi Allahını tanımayan, vicdanı olmayan, dininə, imanına, inancına hörmət eləməyən alçaq vicdansına düşüblər ortalığa ki, sən deməcə Suriyada, İraqda, nə bilim, Fələstində, Libyada, İranın özündə sən deməcə bunların bu yaşayışı dinə görəymiş. Bəyəm Azərbaycanın bu günlərin vəziyyəti pis gündədir. Bizdə İslam dini nədir, üzərindən qurulub bu hakimiyyət. Biz niyə bu gündəyik bəs yaxşı? Hə? Əgər İslam nədir, hökumətləri qurulduğuna görə, dinə görə bu belədirsə, bizdə İslam hökuməti yoxdur ki, biz niyə bu gündə yaxşı? Niyə sizdə? Bir başınızı işlədin, ağlınızı işlədin. Bir adam olun, bir şuurunuz olsun. Heyvan kimi başınızı salıp aşağı, kim nə deyir ona inanmayın. Bir deyiləni oturun, analiz edin, hesaplayın. Ne gündə sizəsiz? Ne abra düşmüş sizə? Rezalətin gəlib çıxdığı bir yerə bir bax. Ne dostlar, qardaşlar? Ne olur din, İslam, bəsdirin da. Yeter da. Dini bu qədər ləkələməyin, Allahı bu qədər şərləməyin. Ədalətsizlik eləməyin, adam olun, adam balası olun, siz. Ne qədər vicdansız uğraş adamlar, siz. Deyir, Müslümanları deyir, bir-birinə qırdırdılar. Rafael, get Əfqanistanda yaşa. Məsələ harada yaşamaq məsələsi deyil. Bunun qarını mən özüm verə bilərəm. Dünya Allahın dünyası. Kiminsə atasının, anasının şəxsi dünyası deyil. Bunun qərarını mən verə bilərəm. Harada yaşamağımın. Oldu mu? Dünyanı Allah bizim üçün yaradı. Bu mənim üçün, sənin üçün. Bunun qərarını mən verə bilərəm. İstəsəm Əfqanistanda da yaşayaram, Almanda da yaşayaram, Fransızda da, nə bilim, İranda da olur. Bu mənim qərarımdır. Bunun heç əsadiyyəti yoxdur. Söhbət burada, dostlar, haqq və batil məsələsidir. Söhbət burada haqq və batilin söhbətidir. Ondan gedir. Başa düşdünüzmü? Söhbət bundan gedir. Mən Azərbaycanlıyam. Kimsə mənə deyə bilməz ki, geçinən Əfqanistanda yaşa. Niyə demirsən, gəl Azərbaycanda yaşa? Niyə demirsən, ay İlham Əliyev, ay peysərə, nəsli fahişə xarabı uğraş? Sən bu qədər Azərbaycanları niyə didərcin salmısan ölkədən? Niyə Rafael Piriyev gedib dünyanın başında yaşamalıdır? Hə? Niyə demirsən, gəl Azərbaycanda yaşa? Müdafiə elə də məni. Kül sənin kimi Azərbaycanının təpəsini yerə soxum. Alçaq vicdansızlar, namussuzlar. Türkiyədən salamlar olsun. Salam qardaş, bütün Türk qardaşlarımıza, bazılarımıza salamlar olsun. Həqiqətən mən buradan çox təşəkkür edirəm Türk xalqına, buradan deyirəm. Bütün Türk xalqına, qardaşlarımıza, bazılarımıza çox təşəkkür edirəm, minnətdaram. Həqiqətən də siz milli düşüncəsi olan bir şərəfli millətsiniz siz. And olsun Allaha. Mən heyran qalmışam. Hara kommentariya girirsən, İrandakı 30 milyon, 35 milyondan artıq dost və qardaş bazılarını müdafiə edirlər. And olsun Allaha. Hara girirsən müdafiə edirlər. Deməli onlar İrana işləyir, elə mi? Hə? Xomniyyə xidmət edirlər, elə mi onlar? Deyə bilərik də onda. Mənə deyirlər bəzən. İrandakı soydaşlarımı müdafiə edirəm. Zülüm altında qalan, bomba altında qalan, əziyyət çəkən qardaşlarımı, bazılarımı müdafiə edirəm. Lap belə farsı olsun, onu da olmaz. Onu da müdafiə edirəm. Mənə deyirlər, sən Xamniyinin adamsan. İndi biz Türk xalqına deyə bilərik də, satqındır, uğraş xalqdır, nə bilim nə xalqdır, Xamniyyə eşitdirlər onlar. Elə deyə bilərik onu da. Məntiqə bir baxın, dostlar. Deməli biz məzlumu müdafiə edə bilmirik. Müdafiəsiz qalan insanları, nədir, bəndələri, qardaşlarımızı, bacılarımızı müdafiə edə bilmirik. Öyle gibi deyil, Xamniyinin adamsan. Ay bunlar kişidirlər, xəstədirlər, dəlidirlər. Bunların ağlı deyəsən sidi ilə işləyir. Sidi ilə işləyir bunların ağlı deyəsən. And olsun Allaha. Gör bizə kimlər gəlib Azərbaycançılıqdan danışır. Gör bizə kimlər gəlib milli dəyərdən, düşüncədən danışırlar. Abırsız, həyasız köpəklər.
Beğenin dostlar, beğenin, paylaşın. Bəli, müsəlmanlar da birləşməlidir. Müsəlmanlar da artıq bir yerə gəlməlidir. Daha artıq yetər də qardaş. Hər yerdə bizi istismar edirlər. Hər yerdə bizi öldürürlər. Hər yerdə bizi fitnə, fəsad bürüyübdür. Təsəvvür eləyin. Bizim bu Azərbaycanın bu müxalif cərgəsi var ha. Orada doludur. Siyonist köpəyi, nə bilim oranın köpəyi, buranın doludur, dolu, dolu. Dolu. Yani biyabısı bir günündədir. Bu qədər yani rəzalət, bu qədər bu nəyin mübarizəsidir, nəyin xilasıdır, nəyin siyasətidir də bu belə. İğrəc bir günündədir, rəzil bir günündədir. And olsun Allaha. Beğenin dostlar, beğenin, paylaşın. Elçin dostumuzu da salamlayıram buradan. Allah'a and olsun. Mən genə də deyirəm, halal olsun türklərə. Adamların elə gözəl milli şuuru var. Bizimkilər də çayxana şuuru ilə düşüblər komentariyalara. Çayxana şuuru olan adamlar. Başa düşdünüz? Hər axşam gedib damla vururlar, nə bilim. Bir çaylık çaydan oynayırlar. Ne siyasetten haberi yok. Ne ağlı işleyir, ne şuur işleyir. Nefsine köl olan adamlar. Tökülürler komentariyaya. Öz güya ki bunlar düz adamdılar. İran'a ədalət gəlir. Nətər gələcək? Nətər? İranı bombalamaqla İran'a ədalət gələr. Harada görsənib o? Suriyanı bombaladılar, gələydi də. İraqı bombaladılar, gələydi də. Fələstini bombaladılar, gələydi də. Libyanı, digər ölkələr, nə qədər Afrika qitəsində, nə qədər ölkələr bombaladılar, darmadağın elədilər. Gələydi də biri. Gələydi də. Nə oldu? İndi də İran'a gətirəcəklər. Hamısına gətirdilər, düzəltdilər, indi İranlı növbədə. Yox, oyunlar keçməz ki. Oyunlar keçməz. İran öz gücünü bu günlərin bölgədə qoyub ortaya. Öz sözünü, öz gücünü qoyub ortaya. Bəli, bu günlərin İranın atdığı o raketlər var ha. Görürsünüz bu günlərin dünyada ən müasir drone İrandadır, drone. Ən müasir drone İrandadır. Onları kim hazırlayır? Sənin Azərbaycanların hazırlayır da orada. Sənin Azərbaycanların, soydaşların orada işləyir də bunun üstündə. Xameyni gedib oturub təhsil işləmir ki. Sənin Azərbaycanların bunu ürədir, yaradır, izad edir. Və sən belə Azərbaycanları niyə müdafiə eləmirsən? Belə ağıllı, şuurlu, aftafa deməklə alçatmaq lazım deyil. Aftafa deməklə iş düzəlmir. Bu günlərin dünyaya sözlərini deyirlər. Durmadan tək başına ABŞ, Siyonistlər, İsrail və digər ölkələr, Yordaniya, Dubai, Səudi Ərəbistanı tək başına savaşır hər yerə qarşı. Tək başına. Bu qədər dronları, raketləri kim hazırlayıb? Sənin Azərbaycanların da dağların altında yer qazıblar, özlərinə yer düzəliblər, fabrikalar, zavodlar, hamısını kim işləyir? Sənin Azərbaycanlarındır da. Sən bununla fəxr eləmirsən sən. Sən nə Azərbaycanlısan sən? Nə qədər düşük, nə qədər şəxsiyyətsiz, ləyəqətsiz Azərbaycanlısan sən. Fəxr eləmirsən sən bu işləyən beyinlərlə? Nə olublar Azərbaycanlı? Coblar Azərbaycanlı sevir. Bir dənə spişka ürədə bilmirsiniz. Bir dənə spişka ürədə bilmirsiniz. Rusiyadan alırsınız. Spişka. Gaz yandırması spişka var. Onu Rusiyadan alırsınız. Başa düşdünüz? Ama senin aftafa dediğin o Arazın otağındaki 30 milyondan artıq Azərbaycanlı orada dünya meydan oxuyacaq raketlər düzəldirlər. Dronlar düzəldirlər. İnsansız hava araçları düzəldirlər. Kim düzəldir onu? Xomeyni oturub tək düzəldirdi onu. Hə? Xomeyni icad eləmişdi. Yox. Sənin Azərbaycanlıların da fəxr eləmirsən sən bundan. Olub mənə Azərbaycanlı. Kil sizin təpənizi yerə soxun mən. Alçaq vicdansızlar, ləyaqətsizlər. İran vətəndaşı deyil, bir dostumuz yazır ki, onlar İran vətəndaşı. Təbii ki, məsələ o deyil. Amma tarixi soydaşlarımızdır da, qardaş, qonşumuzdur da. Qonşumuzun güclü olması bizə sərf eləmir. Mən anlamıram mən bunu. Bizim qonşuların güclü olması bizə sərf eləmir. İstəmirsiniz siz güclü olsun. Hə? Yəni sizə zərəri var. Qoy olsun da, siyasətini elə apar ki, özünə bir dövlət qur, Azərbaycanlara səslənilən. Özünüzə bir ləyaqətli bir, başı işləyən bir dövlət qur, sən də icad elə. Sən də güclənginən.
İranın nəyindən nə istəyirsən? Rusun nəyindən nə istəyirsən? Hə? Və yaxud da Türkün, nə bilim Amerikanın, İsrailin nəyindən nə istəyirsən? Allah onlara da ağıl verib, sana da. Özünə dövlət qur normalni. Sistem bu, sən də gücdən. Sən də müasir silahlar hazırla, sən də dronlar hazırla. Elə silahlar hazırla ki, dünyanın heç bir ölkəsində olmasın. Eləyə də bilərsən bunu. Nə olur ki bunu eləməyə? Sadəcə özünə dövlət qurcunan. Akşam gelip çayxanada bir saat çaya damla vurursun. Sonra da gelip sabahlarım nedir? Komentaryalarda durup oradaki soydaşlarımızın ölümüne sevinirsiniz. Utanmırsınız ya, ayıp değil size. Siz dostlar bu həqiqətləri demək lazımdır. Bu həqiqətləri demək lazımdır. Burada bir nəfər yazır ki, Çin, Rus İrana dəstək verir. Qardaş, Çin, Rus İrana dəstək verməsi o qədər önəmli deyil. Dəstəyi var, o qədər önəmli deyil. İranın dostlar kifayət qədər silah sursatları var. Başa düşdünüz? İran o İrandır ki, ona embargo qoydular. Yasak qoydular ki, sən silahını sata bilmərsən. Amerikası, dünya gücləri, qərbi hamısı. Embargo qoydular ki, sən silahı sata bilmərsən. O da satmadı. Bunda silah çoxdur axı. Və sən gərək buna embargo qoymayasan, bu da silahını sata. Sən buna embargo qoyarsansa, yasaqlayarsansa bunun silah satmağını, bunda silahı çoxdur axı. Sən buna nə edə bilərsən ki? Bu durmadan icad edir silah, durmadan. İran neçə illərdə durmadan icad edir. Ən müasir dron, bu günləri araşdırmışam səhər-səhər. Dünya mediası yazır. Ən müasir drona kişi. Təsəvvür edirsiniz? Rusiyadan Ukraynaya qarşı savaşan o dronlar var. Hamısı İranındır. Hamısı. Hamısı İranındır. Təsəvvür edirsiniz? Dünyada birinci yerdədir. Sən bunların qarşısına keçərsənsə, ay dünya gücləri, ay qardaşlar, ay insanlar, bunların qarşısına keçərsinizsə, bunlara silahın satılmasını yasaqlayarsınızsa, bunlarda silah çox olar. Bunlar gərək satsın ki, o silah azalsın da. Düzdür mü? Satsın ki, gərək azalsın. Sən bunlara yasaqlayırsan, bunda silahı çoxdur. Sən ona 2 dənə raket atanda, o sənə 500 dənə atacaqdır. Nə arasan ki, sən bunun qabağında? Buyurun, göz qabağındadır. Sizin embargo qoyub, satışına yasak qoyduğunuz silahlar bu günlərin sizin özünüzə qarşı çevrilib. Amerikasına, İsrailinə, Səudi Ərəbistanına qarşı çevrilib. Bu belədir də. Siyasəti gərək elə aparasan ki, düzgün aparasan. Başa düşdünüz? Gətirib bir dənə pedofilin birini qoyublar ora Trump'ı. Ala nə bilim, mən deyəndir, mən belə dedim, mən elə dedim. Mənlə iş keçmir, qardaş. Mənlə olmur. Sən aparıb bir ölkəni divara qısnıyarsansa, küncə qısnıyarsansa, o sənə cırmaq atar. Bu belədir də. İnsan oğlu da belədir. Sən məni 5-10 nəfər meydanda məsələn görsün özünə bloger deyən, siyasətçi deyən bu fahişədən əmələ gələnlər. Fikir versiniz, məni vaxt var idi, indi də elədir. İndi geri çəkirlər, görürlər ki, dişini batıran kimi qırıb soxuram arvadların dalına, ana bacıların dalına. Diş batıra bilmirlər. Götlərini elə qarmayacaq ki, səsləri çıxmır. Çıxmayacaq da. Çıxmayacaq da. Sən məni divara qısnıyarsansa, təkliyarsansa, məsələn, cırmaq ataram. Məsələn, arvadımı söyərəm, körpəvi söyərəm, qızımı söyərəm sənin. Əlimə şəkildə səni gəbərdərəm it kimi. Sən məni təkliyə bilmərsən sən. Sən məni divara qısnıya bilmərsən. Buna sənin haqqın və hüququn çatmır. Ölkələr də belədir dostlar. Dövlətlər də belədir. Alman da belədir. Almanı, bütün dünya gücləri sıxışdırsın divara Almanı. Bu da başlayacaq çırmaq atmağa. Bu belədir. Bütün dünya ölkələrində belədir. Eləməyəsən, siyasəti aparmalısan. Sən demokratiyadan danışırsan, düzdürmü? Bərabərlikdən danışırsan. İrana gələndə demokratiya yoxa çıxır. Niye kardeş? Anlamadım ben. Niye siz icazə vermişsiniz adam silahlarını satsınlar? Ha? Niye siz icazə vermişsiniz ki nöğütünü gazını satsın? Niye? Niyesi de nedir dostlar? Deyirsən təslim olmursan deyir. Bizim oyunumuza təslim olmursan. Biz nə deyirsə onu eləyəsən. İlham Əliyevi necə idarə edirlər? Arvadını qızını yıxıb pastelə şantaj ediblər onun vasitəsilə. Epişteyn qədələrindən biri də İlham Əliyevdir. Epişteyn qədələri. Biri Trump'dır, biri odur. Hamısı bir çox elədi. Bunların da siyasəti budur. Deyir ki, yıxıl yatağa.
Arvadını ya özünü yıkaq yatağa kamera çəkək, yazaq dosyaya, pişləyən dosyası. Pişləyən qutardı getdi. Sen olasın demokrat. Ondan sonra sen olasın demokrat. Xalqına xidmət elə, xalqını sevən. Belə şey yok da İran da bundan razılaşmır. İstəmir, xalq da istəmir, millət də istəmir. Açıq danışaq da qədər reallıqla barışmaq lazımdır. Yalanla püləməklə deyil. Reallıqla, həqiqətlərlə barışmaq lazımdır. İran'a da salam pes etmək yox inşallah. Təbii ki qardaş, hər bir ölkənin, hər bir millətin, dövlətin özünü müdafiə eləmək kimi hüququ var. Sabah olarım Almanyaya hardan bomba atırsa o da özünü müdafiə eləyəcək. Duraq deyək ki, niyə eləyirsən? Elə şey olur, eləməli də özünü müdafiə. Rus necə eləyir, İran necə eləyir, Alman da eləyəcək, o hamısı. Hamısı. Ama bu okyanın o tarafındaki bu Trump'ın ne işi var orada? Ne işin var senin orada? Bölgede ne işin var? Bu bölge Müslümanların torpaqlarıdır, Müslümanların ərazisidir. Ne işin var senin orada? Bunu demeliyik de kardeş. Bunu dilə gətirib danışmalıyıq da bu həqiqətləri. Gizlədib peysərə nə vaxta kimi vuracaq? Nə vaxta kimi cında kimi oğraş kimi yaşayacaq? Deməliyik bunu. Başqa çarə qalmıyor. Gələn təhlükə hamını bürüyəcək, hamını. Fitnə, fəsad, bəla hamını bürüyəcək. Deməliyik bunu. Başqa çarə qalmıyor qardaşlar. İran'ı bize düşman kimi sırıyorlar. Tək İran yox, İran Rusu da. Öyle dikkat edirsiniz. Medyalarda da, bak özüne bloger diyen o nədir, peyser sürüsü var. Namussuz anasının əmcəyə kəsən fahiş edən əmələ gələnlər. Onlar da, digər siyasetçiler de Azərbaycanın medyaların %98%'i Siyonistə xidmət eləyir. Bu xalqa xidmət eləyin də. Bu millətə xidmət eləyin də. Bu İrandakı 30 milyondan artıq Azərbaycanlı soydaşlarınıza xidmət eləyin də. Siyonistə niyə xidmət eləyirsən? Hə? Netanyahu'ya qəhrəman deyir, tarix yazdı deyirlər. Mənə deyir daldan verir, hakimiyyətin adamıdır. Sonra da deyirlər ki, biz böyük Azərbaycan quracağıq biz. Böyük özü nə boyda? Ədalət gətirəcək Azərbaycana. Gülməli deyil bu. Rəzalət deyil bu, vallahi. Qanmazlar çoxdur. Qanmazlar çoxdur ama sözün də düzün deyirsən, gəlir üstüne ki, sen düz deyirsən. Sen düz demirsən. Hə, niyə argument çəkdi deyirsən, Xameynin deyir müdafiə edirsən. Hə, Xameyn nədir? Mənim 30 milyondan artıq vətəndaşım, soydaşım, qardaşlarım, bacılarım var orada. Qonşu ölkəmdir, elə vətəndaşa nə qoyur? Qonşu ölkəmdir. Əgər qonşu ölkə təhlükə varsa, bizə də gələcək o. Bizə də gələcək. Başa düşürsünüz məni? Ukrayna Amerika üçün savaşır. Jirniyovski demişkən, hayır, hələ nə üçün savaşdıklarını anlamıyorlar. Əlbəttə ki, qardaş, Ukraynanın özünü rasxoda verdilər. Ukrayna, qardaş, mən bu müharibə başlayanda, ilk başlayanda dedim ki, bu müharibənin qalibiyyəti yoxdur. Bu müharibənin qalibiyyəti yoxdur. Böyle də davam edir. Nə qalibiyyət olacaq ki? Nə qalibiyyət? Başkasının oyununda oynayırsan, sen necə qalib olasın? Necə qalib olasın? Oyunu özün qurmursan, başkası oyun oynayır, sen de onun oyununda oynayırsan. Yani sen torpedasan, sen necə qalib gələsən ki? Oyunu mən qururam, sen de mənim oyunumda oynayırsan. Mən qazanacağım, sen necə qazana bilərsən ki? Mənim oyunumda sen oynayırsan sen. Sen qazanamazsın ki sen. Oyun budur yani. Zelenski, Ukrayna bu günə düşür. Ukraynaların özləri deyir burada. And olsun Allah'a. Özləri deyirlər. Naxu deyir politik. Bu nə də deyir? Gül kimi yaşayırdıq. Nədir bu belə? Bütün həyatımızı, talihimizi, arzularımızı piç elədilər. Ailələrimizi digərini saldırır. And olsun Allah deyirlər hamısı. O propagandaya baxmayın. Ne dostlar? Propaganda çox şey yalan deyir. Görmürsünüz Trump çıxıb deyir ki, bəyəklərin baxramı paylaşıblar yazısını deyir ki, İran bizə danışıqlara gəlməyi nədir təklif edir. Yalandan. Trump deyir bunu.
Deyir ki, İran bizdən danışıqları tələb edir, danışıqlara deyir, masa arxasına oturaq. İran deyir ki, biz elə söz deməmişik, bizlik deyil. Qərarı biz özümüz verəcəyik. Sən kimsə səndən nə danışığa gələcəyik biz? Sən bu mənim vətəndaşımı bombala öldür, sonra deyən danışığa gələcək. Mən axmağam mən. Doğrudur məntiq uyğun deyil. Yəni mən bir prezident olan, bir hakimiyyətdə olan, bir orduda olan, sən mənim millətimi, Tehranı, Təbrizi bombala öldürürsən, sonra da sana deyim ki, danışığa gələcək. Nə danışığa gələcək mən? Nəyin danışığına? Hamısı yalan. Bunlar yalancı deyil, fırıldaqdır. Bunların gücü medyadadır. Nəzməddin Ərbakan deyir. Allah rəhmət eləsin. Bəli, bəli. Çox böyük siyasətçi, çox böyük ağıllı, çox böyük belə gələcəyə görən adam idi. Nəzməddin Ərbakanın dediyi vaxtında bu günlərin həmən şeydir. Davam eləyir. Davam eləyir. İranı da hədəf alacaqlar, Türkiyəni də hədəf alacaqlar. Bu günlərin Türkiyə sakit qalıb. Erdoğan'a fikir versiniz, qınamaqla məşğuldur. Nə bilim, İranın başındakını öldürdülər, başınız sağ olsun, Allah rəhmət eləsin. İrandakı nədir, qardaş və bacılarımız nədir, öldürülübdür, onlar nədir, şəhid olublar. Allah rəhmət eləsin, nədir? Sən öz qardaşını meydanda tək qoymusan, Allah rəhmət eləsinə iş bitir. Ha, Erdoğan? Niyə Erdoğan heç də nədir, kömək eləmir? Çünki özü də o korrupsiyanın içindədir. O qədər oğurluqlar var, o qədər nədir, alçaqlıqlar var ki, heç də deyə bilmirlər. Qalıblar çıxılmaz vəziyyətə. Başa düşdünüz? Amerika diş batıra bilmirlər ki, sağla günə nə iş görürsən sən? Ha? Nə iş görürsən sən? Bugün İran, sabah biz nə iş görürsən sən? Ki, onu bilmirlər, hamısı yaxşı bilirlər də Türkiyədə. Erdoğan. Söz dedəndə deyirlər ki, Türkiyəni oyuna gətirmək istiyor. Zaten belədir də. Zaten belədir. İranı dağıdandan sonra sıra sizdədir. Belədir də. O vaxtı İraqı, Libyanı dağıdanda Suriye'də elə düşünürdü. Özləri də demişdilər ki, sıra Suriye'də gələcək. Bölgəni pis günə qoydular. Cındır günə qoydular, darmadağın elədilər. Belə siyasət mi olar, belə nədir, mübarizə mi olar, belə demokratiya mı gələr? Bombalamaqla demokratiya gəlir. Hə? Günahsız insanlar öldürməklə demokratiya gəlir. Fələstində 20 mindən artıq təkcə 20 mindən artıq körpə uşaqları qətl elədilər. Soruşanda bilirsiniz nə deyirlər? Deyirdilər ki, Hamasın deyir, əskərlərin deyir, onların evində gizlənmişdi. Yəni 20 min uşaq öldürüblər. Obşu bir yerdə qadın, uşaq, yaşlı hamısı. Bir yerdə nədir, rəsmi xəbərlərə görə 70 mindən artıqdır. Rəsmi xəbərlərə görə. Yəni Hamasın ordusu, əskərləri onların evində gizlənibmişlər. Nədir, İsrail də bombalayırmış ki, onların evində də Hamasın əskərləri. Bu qədər düşüncəsizlik olar, hə? Bu qədər alçaqlıq olar. Bu argumentdir bu dostlar. Sən 70 min insanı öldür, 20 min körpə uşaq qətl elədin. Sonra deyək ki, Hamasın əskərləri onların evində idi. Ona görə atırdıq bombaları. Bu rezalətdir bu. Və yaxud da bu günlərin Tehranda, Təbrizdə nə qədər bomba atırlar, yaşayış yerlərini partladırlar, insanları öldürürlər. Bəyəm, molla rejimi o evlərdə oturur. Hə? Deyirlər bizim ədəbimiz molla rejimini çökürtməkdir. O evlərdə oturur. O günahsız insanları öldürürsünüz, bombalayırsınız Tehranı, Təbrizi. Həmən o evlərdə oturur, o molla rejimi. Bu argument deyil ki bu. Bu səbəb deyil ki bu. Haqsızlığa yox demək lazım. Təbii ki, haqsızlığa yox demək lazım. Çox təəssüflər olsun ki, bizim bu içimizdəki bəzi qancıqlar, bəzi qancığın qarnından çıxanlar, bu özünə siyasətçi deyən, nə bilim, jurnalist deyən, jurnalist deyən, Əli Oğuz kimi nəsli fahişə, toxumu xarab, kökü xarab uğraşlar, düşüb ortalığa siyonist fahişələri. O birisiləri də düşüblər ortalığa gətirib bizə, nə bilim, qardaş, siz gedib o tərəfdəki siyonist rejimini gətirib bizə dost kimi sırayırlar. Bunlar bizə heç vaxtı dost olmuyor. Bunlar hamısı boş-boş şeylərdir. Başa düşdünüz? Biz tarix boyu millət olaraq, qardaş, İrandan dolanmışıq, Rusiyadan dolanmışıq, Türkiyənin özündən dolanmışıq. Bu fakt deyil bu. Başa düşdünüz məni? Biz o vaxtı 1-ci Qarabağ savaşında mənim özümün nədir yadımdan çıxmır, həmən şeylər, yadıma gəlir o. Ki, Bərdədə RTS var idi, Bərdəlilər bilir, 5 nömrəli məktəbin yəni RTS. RTS var idi, RTS. O vaxtı 1-ci Qarabağ savaşında indi aclıq idi də. Pul yox, yemək yox. Pul, yemək yoxdur, pul olsa belə yemək yoxdur.
Çörək yoxdur, şey yoxdur. O vaxtı dostlar Bərdədə, RTS-də bizdə deməli Türkiyə bizə paltar göndərirdi. Ayaqqabı, paltar, papaq, nə bilim, şarf, hər şey. Ancaq bu şeyləri göndərir. Paltar, geyim. Qidanı da İran göndərirdi bizə. Qidanı. Təsəvvür edirsiniz? Qidanı da bizə İran göndərirdi. Qardaş, mən Trump'ı niyə müdafiə eləməliyəm? Mən okeanın o tərəfindəki adamları niyə müdafiə eləməliyəm? Mən qonşumu müdafiə eləməliyəm. Mən soydaşlarımı müdafiə eləməliyəm. Mənə çörək verəni müdafiə eləməliyəm mən. Mənə az qoymayanı müdafiə eləməliyəm mən. Əgər haqlıdırsa, ədalətlidirsə. Bəli. Yəni eləyiblər, bu faktdır. Burada dostumuz yazır. Türkiyənin özü də bu yaddan çıxmıyor bir şeylər. Ta indinin özündə də. İndinin özündə də qardaş, İrandan nə qədər qida gəlir? Bir dəqiqə Hörmüz körpüsü var, nə deyib boğazı var, Hörmüz. İranın əlindədir. Bağlasa, rəzalət olacaq. Avropanın özü var ha, aclıq, biabırçılıq olacaqdı burada. Hörmüz boğazını bağlasalar, Avropa bitti. Kardeş, İran'la ne oyun oynuyorsunuz? Niye oyun oynuyorsunuz İran'la? Niye şirin kuyruğundan oynuyorsunuz axı? Ne işiniz var? Sizin oraya yarattığınız tehlike bizi de gözlüyor. Olmaz mı ki mehribançılıq olsun? Olmaz mı ki bombalar atılmasın, insanlar ölməsin? Veyahut da İran'ın özü Tel Aviv'i bombalayıb nə günə qoyur? İsrail'i. Nə qədər şəhərlərini, insanlar zəlil günündədir. Evləri, eşikləri, iş yerləri bombalanıb dağılıbdır. Buna lazım idi sənə. Sən niyə bombalayırsan? Bir yerdə dura bilmirsiniz. Hörmüzü kapatdı haberlerde. Ola bilər. Bəlkə bağlayıb, mənim xəbərim yoxdur. Amma onu bilirəm ki, Hörmüz boğazı bağlansa, İran da bunu bağlaya bilər, haqqıdır. Heç kəsə heç də deyə bilməz. Heç də deyə bilmərsiniz. Külək olub yanından keçə bilmərsiniz. Bir dənə Hörmüz boğazını bağlasa, Azərbaycanda çox demirəm, o yeməyə qatırsınız göyərti kişniş. Kişnişin qiyməti olacaq 5 manat, 10 manat. Avropa başı zəlil günə qalacaqdır. Təsəvvür edirsiniz? Hələ də bunlar qanmırlar ki, siz İrandan asılısınız, siz. İran elə bir bölgədir ki, elə bir yerdədir ki, onun nefti də var, qazı da var, silahı da var. Yəni xalqın gücü də var. O gözü bax, paylaşırlar. İranda nə bilim, Xomeyni'nin ölümünə sevinirlər. Bunlar hamısı boş şeylərdir. Yadınızda saxlayın dostlar. Əgər bir rejimə xalq dəstək verməsə, o rejim müharibə eləyə bilməz. Başa düşdünüz? O rejim müharibə eləyə bilməz. Əgər İrandakı rejimə qarşı xalqın istəyi, sevgisi olmasa, bu bir reallıq deyil dostlar. Bunu danmaq lazım deyil, yanına süt bastırılmaq lazım deyil. Bəli, zülüm var, haqsızlıq var, o heç. Amma İranda milyonlarla insanlar dostlar bu rejimi müdafiə eləyir. Bu molla rejimini müdafiə eləyirlər. Bu faktdır. Fakt. Əgər onlar görsə ki, xalqın tam olaraq belə dibdən dibə, A'dan Z'yə qədər ucdan tutma, bu millətin nifrətini qazanıb bu rejim. Heç vaxt o müharibə eləyə bilməz. Heç vaxtı. Mümkün deyil. Mümkün deyil dostlar. Onlar bilirlər ki, xalqın onlara sevgisi var. Onlar onu yaxşı bilirlər. Ona görə müharibəyə atılıblar, nədir, savaşırlar, vuruşurlar. Rejimdən də rejim kimdir ki? Millətin özüdür də. Kimdir ki? Silahı düzəldən kimdir? Millət. Bombanı raket atan kimdir? Millət. Xomniyə atmır ki. Bizdəki kimi. İlham Əliyev əmir verdi, Qarabağda savaş. İlham Əliyev gəlib düyməni basıb bomba atmırdı ki. Millətin evlatları, əskərləri komandirar edirdi də. Kim edirdi ki? Düzdür mü? Gedib o dağları bıçaqla, nə bilim, ştiknozla gedib dağları belə dırnaqlarla cırmaqlaya qalxıb, gedib o Kəlbəcəri, nə bilim, digər rayonlarımızı işğaldan azad edən kim idi? Xalqın evlatları İlham Əliyev deyildi ki.
Başa düşdünüzmü dostlar? İrandakı vəziyyət bizə çox pis təsir edəcək. Əlbəttə ki. Rafael qardaşım, mən İrana hücum olmamışdan əvvəl Təbrizə getmişdim. Oradakı insanlar bizi necə sevir, necə hörmət qoyur, adam xəcalət çəkir. Amma bizimkilərin çoxsu cındırlıqla məşğuldur. Əlbəttə ki, cındırlıqla məşğuldur. Əlbəttə ki, fahişəliklə məşğuldurlar. Özlərinə siyasətçi deyirlər, nə bilim bloger deyirlər, can qoymuşuq, nə bilim hala kəpən giymişik, bir 7 dəfə də belə kəpənə bürünmüşük, çıxmışıq yola. Allah bizi qoruyacaq. Nə? Allahın düşmənlərini müdafiə edəcək. Elə qoruyacaq Allah səni? Niyə qorusun Allah səni? Niyə? Məzlumları bombalayan adamları müdafiə edəcəksən. Niyə səni Allah qorusun? Niyə? Təbrizdə Azərbaycanlını asan rejimdən mi danışırsınız? Bəli, o rejimdən danışıram. Belədir də, haqsızlıq var da, deyirəm də bəs. Tanmırıq ki, o da var. Əlbəttə ki, nə qədər haqsızlıq eliblər. Saysız hesabsız insanları, atalarını belə uşağının gözünün qabağında kəndirə keçib krandan asıblar. Bəli, olub da danmırıq ki. Danmırıq. Məsələ o deyil ki, amma bu günlərin bizim orada soydaşlarımız var. Sən onu niyə müdafiə eləmirsən? Osturaq yığın ostura. Sən olmuşsan Azərbaycanlı. Mən deyirəm, sən oradakı Azərbaycanlını müdafiə elə, bu mənə gətirib Xameyni qoyur ortaya. Xameyni nədir? Xameyni nədir? Vətəndaşlarını, soydaşlarını müdafiə elə. Və oradan da sənin torpaqların deyir. Deyəcək, İran ərazisi bizimdir, tarixi ərazimiz. Ola müdafiə elə də. Dilini çıxart da, bombalayıb öldürürlər. Niyə çıxartmırsan? Sənin bugün nədir? Oradakı soydaşlarını qıraqdan gələn bombaların qarşısında onu müdafiə edən elə molla rejimidir. Pisdir, dəlidir, xəstədir, gicdir, terrorçudur, zalimdir, qəddardır bildi, amma onu müdafiə edən onlardır. Onu müdafiə edən onlardır. Amma sən müdafiə eləmirsən. Sənin bəyənmədiyin, bizim bəyənmədiyimiz molla rejimi müdafiə edir bu günlərim bizim orada soydaşlarımızı. Sən müdafiə eləmirsən. Atmısan peysərinə, girmisən arvadının o isti baldırına böyle baxırsan. Böyle oradan baxırsan. Azərbaycan quracaq, yekə Azərbaycan quracaq. Cırt qurdun buralarda ol. Cırt qurdun buralarda ol. Sən bu günlərin bombaların, o boyda raketlərin altında ölən soydaşlarını müdafiə eləmirsən. Nə ilə qurasın sən? Nə ilə? Hə? Məqam gəlib çatıb atmışsınız peysərinizə, peysər kimi, paskuda kimi, oğraş kimi yaşayırsınız. Səsiniz də çıxmır. Böyük Azərbaycan quracaq. Osturassan qurassan. Neftə görə deyir, İranı bombalayır Amerika. Əlbəttə ki, neftdə kimindir? Sənin soydaşlarınındır da. Sənin soydaşlarınındır da. Niyə demirsən? Niyə səsini çıxartmırsan? Nefti də, qazı da, sərvətləri də mənim soydaşlarımındır. Niyə müdafiə eləmirsən? Niyə demirsən? Ay Amerika, ay filankəsi. Mənim soydaşlarımı niyə bombalayırsan? Neft də bizimdir, qaz da bizimdir. Kimsiniz siz? Niyə demirsiniz? Nə var ekiri var vadının belə götünün arasından oradan pısıb böyük Azərbaycan quracaq, yekə Azərbaycan quracaq. Nə var belə o sıtırağa basıb danışmağa? Böyük Azərbaycan quracaqmış. Artistlər, yalancı, fırıldaq, məddahlar, xain köpəklər. İranın başında olanların çoxsu Azərbaycanlı. Təbii ki var, doludur. Məsələ o deyil, o rejimdə Azərbaycanlı mı var, Fars mı var, nə var? Məsələ o deyil. Məsələ o deyil dostlar. Görünən prosesdən danışıram mən. Mən baxıram belə, deyirəm bizim orada soydaşlarımız bombalanır günahsız yerə. Heç nədən. Nədir adamların sərvətləri var.
Nefti var, gazı var. Buna göre günahsız insanları bombalayırlar ki bize nədir neft, gaz verməlisiniz. Bizim dediğimizi eləməlisiniz. Bunu Amerika deyir. Bunlar da eləmirlər. Mən də deyirəm ki, gəlin müdafiə elə. Haqqın yanında duraq. Molla rejimidir, qıllı rejimidir, nə rejimidir? O ayrı bir şeydir. Ölkə daxili problemidir. Zülüm eləyir, haqsızlığı bildi. Amma görünən vəziyyət başqadır. Baş verən hadisə başqa şeydən mesaj verir. Başqa şeydən mesaj verir. Təbii ki, mən bunu deyirəm ki, belə-belə siz o soydaşlarımızı müdafiə eləyin. Onların neftinə, qazına görə onları bombalayırlar ki, təslim olmalısınız. Bir tərəfdən düşünürəm ki, siz öz neftinizə, qazınıza bu tərəfdə sahib çıxa bilmirsiniz. Siz Azərbaycanlılar öz neftinizə, qazınıza sahib çıxa bilmirsiniz bu tərəfdə. Gedib orada nə neftə, qaza sahib çıxasın, bədbaxtlar. Bizdə yoxdur problemlər. Qardaş, problem dünyanın hər yerində var. Başa düşdünüz? Problem dünyanın hər yerində var. Ola bilməz ki, sizdə problem olmasın. Bilmirəm, siz deyəndə kimi nəzərdə tutursunuz. Ola bilməz ki, problem olmasın. Mümkün deyil bu. Mümkün deyil. Hər yerdə problem var, amma problemin qarşısına keçmək lazımdır. Haqsızlığın, ədalətsizliyin qarşısına keçmək lazımdır. Bugün İranı bombalayıb, xalqı psixoloji olaraq daxildən işğal etməyə çalışan bu pedofil Trump sabahlarım sıra səndədir. Bu günlərim İlham Əliyev işğal eləyib, gözünüz aparır yanında pulunu yesə, pullarını ne o? Nə pullarını? Bizim pullarımız. Aparır deyir, hala bu dəftərə imza at, dəftərə imza getdi 1 milyar. Bu dəftərə imza at 5 milyar getdi. Hardan da bu pullar? Hardan da bu pullar? Sabah sıra sənə gələcək. Onsuz da İlham Əliyevi işğal eləyiblər onlar. Nəzarətlərində də o heç. Arvadını, qızını yıxıb pastelə, şəkilli fotoğrafını, videosunu çəkib, tikiblər epişleyen dosyasına. Sabahlarım sıra səndədir millət olaraq. Başına bombanı yağış kimi yağdıracaq. Təslim olmalısan sən. Nefti istəyə bilmərsən sən. Qazı istəyə bilmərsən sən. Haqq istəyə bilmərsən sən. Nə deyiyordu, bitti. Oyun budur. Bunların istəyi budur. Biz niye bunların istəyinə təslim olmalıyıq? Axı bu istək bizə zərər daxı, ziyan daxı. Bizim haqlarımızı, hüquqlarımızı bizi bombalayaraq kimsə bizdən niyə istəməlidir? Kimdir bu adamlar? Qarşı durmalıyıq da. Suriye qarşı çıxmadı, görünə görə qaldılar. İraq qarşı çıxmadı, görünə görə qaldılar. Libya qarşı çıxmadı, görünə görə qaldılar. Nə bilim, digər Afrika ölkələri qarşı çıxmadı, görünə görə qaldılar. Bu nümunə deyilsiniz. Nəticə çıxartmaq istəmirsiniz siz. Amerikadan heç kimə xeyir gəlməyib hələ. Allah İrana kömək olsun. Qardaş, heç kəsi. Amerika, ben gene de deyirəm, dünənki efirində də deyirəm. Ay kişi nə ola, insanlar, Amerika bölgəyə heç ara demokratiya gətirməz. Amerika sənin bir xalq olaraq güclü olmanı istəmir. Amerika heç vaxtı sənin bir xalq olaraq sənə dəstək verəcək, sənə demokratiya gələcək, sən inkişaf eləyəsən, ürədəsən, icad eləyəsən, böyük bir gücə çevriləsən, gəlib Amerikanın ən azından biz cərgəsində durasın ki, mən də güclüyəm. Ona icazə verər Amerika? Hə? Amerika sənin güclü olduğunu istəyər, yoxsa zəif olduğunu istəyər? Səncə Amerika sənin güclü olduğunu istəyir ki, sən onun qarşısında dik durasan? Amerika bunu istəyər? Sizce belə bir şey olabilir dostlar. Gelin düzgün analiz edək. Gelin başımızı işlədək, ağlımızı işlədək. Allah bize ağıl verib, şuur verib. Bu ne de belə? Bazı insanlar var, baxırsan Amerika, nə bilim, demokrasi. Amerika öz xalqını düşünür. Sənə nə ondan? Sənə nə? Güya səni düşünür o. Bu fikir versin de Amerika nədir? İran xalqını çağırır ki, İran xalqı bu fürsəti dəyərləndirməlidir, meydana tökülməlidir. İran xalqının hüquqları bərpa olmalıdır. Nətər olur ha? Oradan oraya İranı görə bilir. İranın ağzının içində qonşu ölkəsi Azərbaycanı görə bilmir. Azərbaycanda demokratiya var. Hə? İnkişaf edirik biz. İrəli gedirik. Hə? Güclənirik. Yaşayışımız əladır. Görmür onu Trump. Anlamadım mən. Ona da bir çağırış eləsin de Trump. Yox dostlar. Onun məqsədi demokratiyaymış, insan dəyəriymiş. Nə bilim, nə dəyər? Bunların boş şeylərdir. Başa düşdünüz?
Bunların apardığı siyasetin adı təslimiyyə siyasetidir. Təslim olasan sən. Qoyun kimi, mal kimi, sumo kimi yaşayasın sən. Başı şapalaqlı yaşamalısan. Qutardı getdi. Bunların apardığı iş budur. Ne inkişaf, ne güclənmək. Sən kimsən ki güclənirsən? Güclü mənəm. Güclü mənəm. ABŞ deyir bunu. İran da təslim olmur. Ve hakkı da var. Hakkı da var. İran da deyir, sən güclüsən, mən də güclüyəm. Xeyr ola. Belədir da dostlar. Dünya rəqabət dünyasıdır. Rusya da oradan görürsünüz. O da deyir, qardaş, mən güclüyəm. Mən nə deyib, bölgəmdə NATO ola bilməz. Ukraynaya imkan vermir NATO'ya ne de girsin. İmkan vermeyecek de. Çünkü o istemiyor. Diyor ben güçlüyüm. NATO'ya ne gerek var ki? NATO'ya ne gerek var ki diyor. Ukraynaya son yaşadığı ne güzel de. NATO'ya niye girsen ki? Eləməcəkən, etməcəkən. Mənə təhlükə yaratmacaqən. Haqları var da deməli dinləməlidir ki. İran da onu kimi. Ben bize Azerbaycan'a eləsələr deməli, ya qardaş, bizi niyə bombalıysan sən? Sen niye bizim inkişafımızın, eğer biz inkişaf eləyəsi olsaq, güclü olmağa doğru, düzgün siyaset, məntiqli, şuurlu, milli şuur olsa, bize nəsə eləsələr deməli, qardaş, sen xeyr ola başa düşənmədim mən. Sen güclüsən deyə mən zəif olmalıyım, mən də güclü olmaq istəyirəm. Allah sənə ağıl verir, mənə verməyir. Hə? Xeyr ola başa düşənmədim mən. Sen silah ürədə bilərsən, mən ürədə bilmərəm. Hə? Sənin millətin yaxşı yaşaya bilər, mənim millətim yaxşı yaşayanmaz. Səndə inkişaf ola bilər, bizdə ola bilməz. Səndə təhsil irəli gedə bilər, mən də gedə bilməz. Anlamadım mən. Kimdən ki sən? Niyə bizim qarşımıza embargo qoyursan? Niyə? Deməli, da nə deməlidir ki? Bu millət belə olur. Ağıllı millət belə olur. Şuurlu, şərəfli, özünə hörmət edən millət belə olur. O millətin siyasəti də, hökuməti də, dövlət də belə olmalıdır. Belə olur da, birinci olmalıdır ki. Trump demədi ki, kim güclüdürsə söz sahibi olur. Tutardı getdi də. Sen de güçlü, sen de söz sahibi ol. İran güçlüdür, söz sahibi. Diğer demirse güçlü. Ola bu da güç. Demirse güçlü olmak söz sahibi olmak demektir. Ola bu da güç. Söz sahibiyim. İndi gedir karşısında. 7-8 ölkeye karşı savaşır. Tek başına. Tek başına. Biz dostlar, realist olmak lazımdır. Reallıkla barışmak lazımdır. Aftafa deməklə bu işler olmur. Həqiqətlərlə barışmak lazımdır. Deyir, yaxın vaxtlarda Azərbaycan bir çox ölkələr üçün hərbi poligon olacaq. Bəli. Bəli, bu düşüncə də var. Bu məntiq də var. Yəni, proses zaten onu göstərir. Dünənki canlı yayında dedim. Trump, İlham Əliyev yalandan əl çalmır, elə belə. Sən qəşəng olansan, belə olur. O elə belə çalmır ki. O elə belə deyil. Onlar bilirlər ki, İran güclüdür. İranın gücünü zəiflədə bilmirlər. Her taraftan diğer ölçülerde Amerika'nın bazaları var da bilirsiniz. İsrail karşı. Her yerde bazalar var. O bazalar istifade ile tükenenden sonra geçecekler Azerbaycan'a. Tükenenden sonra. Hatta Ermenistan'ın özünde bile var. Ermenistan'ın özünde bile Amerika'nın bazası var. Qarabağ zonasında da var. Adında koyduları Trump yolu, Trump ne bileyim ne. Bunlar öyle bir şey değil dostlar. Başa düşdünüz? Zaman gelecek böyle Azerbaycan'ı poligona çevirmeye doğru aparırlar. Sen de millet olarak buna suskunluğundan yol açırsan. Yol açırsan. Bütün Amerika'nın bazıları hardasa tükenenden sonra görecek ki nəfəsi kesilir, keçecek bu birisi tərəfdən cəbhaşmağa Azerbaycanla. Hünərin var, 2 dənə bu nədir raket at, nədir İrana. Hünərin var at. Gör sənin Bakınla Gəncəni 5-6 raketin qabağına verib götbaş edir ya yox. İndi bunu görərsiniz siz. Və prosesdə ora doğru gedir. İndi gəl oğulsan bunun qarşısında dur günə. Mən bunu deyirəm dostlar. Bugünkü gündə qarşı durmaq lazımdır ki. Qoy böyük güclər də, böyük qərbi də, nə bilim Amerikası da hamısı görsün ki, xalqın mövqeyi var. Bu xalqın mövqeyi yoxdur ki. Aftafa şəklini qoyub durub düşüblər ortaya ki, Xameyni öldü, ədalət gələcək. Millətin canı qutardı. Qardaş, təhlükə gəlir üstümüzə. Təhlükə gəlir üstümüzə. Sən bunun qarşısında durursan ya yox. Sən bunun qarşısında durmaq fikrin var ya yox. Yəni İran üçün fərq eləmir. İran deyibdir. Mənə qarşı bölgədən
Kim raket atsa fərq eləmir, kim olur olsun. Qardaş dediyim belə olsa, raketli bombalı darmadağın eləyəcəm. Eləyir də. Səudi Ərəbistan görə səsi belə çıxmır. Pıqq eləyə bilmir, pıqq eləyə bilmir. İordaniya pıqq eləyə bilmir. İraq məcbur qaldı İraqda. İraqda məcbur qaldılar, İrana danos göndərdilər ki, biz sizə dəstək verməyə hazırıq. Güc budur. Güclü olmaq budur dostlar. Güclü olassan. Başa düşdün? Güclü olassan ki, təslim olsunlar. İlham Əliyev saydıqların Amerika ilə düşməndir, amma bizə kömək etmirlər. Niyə İlham? Nə? Əli Vəliyev. Bilmirəm, yəqin herhalde burada digər dostlara yazıbdı bunu. Əli Vəliyev, mən də elə bildim İlham Əliyev yazıb. Bəli, boşuna hərbi poligon ifadəsini işlətmədim. 4-6 ay ərzində şahid olacaqsınız. Bəli, Azərbaycan mütləq. Bunu görəsiniz, Azərbaycan xalqı. Düzdür, mən bugün danışıram və digərlər də bunu deyir, çatdırır. Baxırsınız, belə siz danışır da boş-boş, rafaldə da. Amma yox, belə deyil, olacaqdır, 100% olacaq, görəsiniz. 100%. Sıra Azərbaycana da gələcəkdir. Və buna da sən millət olaraq özün şərait yaradasın, özün istəyirsən. Və bu günlərin sən özün istəyirsən. Amerika gəlir bölgədə at oynadır, sən buna dəstək verirsən. Sən elə bilirsən ki, Amerika diktatorları yıxmaqla məşğul olur. Qətiyyən belə deyil. Qətiyyən belə deyil. Amerikanın özü diktə eləyir. Özü diktə siyasət aparır. Təslim olmalısan. Səni bombalayırım, sən təslim olasın. Mənim bombam var, raketim var, təslim olasın sən. Amerikanın özü diktə ilə məşğuldur. Diktə ilə. Və Türkiyədə dostlar, düzdür, savaşa soxmaq istəyirlər. Yəni bu baş verən bu proseslər var ha. Ən çox Türkü bu savaşa soxmaqdır niyyətləri. Türkiyəni. Onu siz də vaxt soxacaqlar. Azərbaycan məsələsi başlayanda. Azərbaycanı poligona çevirəndə İrana 2 dənə 3 dənə raket atanda görərsiniz onda. Onda Türkü savaşa məcbur gələcək. Paket çarəsi yoxdur. Türk məcbur gələcək. Zəngəzur koridoru poligon için hazırlanıyor. Əlbəttə ki, o boyda aeroport tikiblər. Nə üçün tikiblər ki? Yaşayış var orada. Kimə lazımdır ki? Hə? İndiyə kimi görmürsünüz orada aeroportdan bir nəfər sıravi vətəndaş otursun samolyota geçsin, nə bilim, Avropanın hansı ölkəsinə, Türkiyə, Avropa, heç öyle yoxdur elə bir şey. O havalimanı nə tikilib orada? Silahların daşınması üçün. Amerikadan, nə bilim, İsraildən, oradan buradan silah daşıyırlar, baza tikiblər. Baza tikiblər. Nə açıblar ki o aeroportu? Onun üçün açıblar da. Heç lazım deyil ki. Yaşayış yoxdur. Kimə lazımdır ki? Kimdir ki orada havalimanı? Kimə lazımdır? Kim istifadə edir ki? Bir nəfər adam görmürsünüz, oturub o samolyota arası uçsun. Yox. Hamısı öz adamlarıdır. Amerika ilə işbirliyi eləyirlər. İsrail ilə, Siyonistlərlə işbirliyi eləyirlər. Gətirib orada baza tikirlər. Sabahlarım İranı hədəf almaq üçün. Və İran da özünü müdafiə eləmək kimi hüququ var, haqqı var. O da döşəyəcək raketlərdən yağış kimi bərdən deyəcək, alasa bu da Azərbaycan, alasa bu da Amerika. Ha? Mən deyirəm ki, qardaş, gəlin başqasının oyunlarının qurbanına çevrilməyən millət olaraq, xalq olaraq başqasının qurbanlıq oyunluğuna çevrilməyək. Sabah Raskoda gedən sən, mən, bizim evlatlarımız olacaq. Siz deyirsiniz ki, yox, biz siyasətə qarışmırıq, biz deyil, nəyimizə lazımdır. İranı bombalayır, mənim başım sakitdir, bir şey bəs eləyirmə. Olsun, olsun, neynək? Dünyada ən savaşçı millət türklərdir. Şahid olmaq üçün birbirimizlə yarışırız. Şəhid olmaq üçün təbii ki. Demirəm, bu günlərim İran məsələsində dostlar, təsəvvür edirsiniz, İranı türklər necə müdafiə edir? Anlayırsınız bu nə deməkdir? Medialar, YouTube'da medialar var ki, sıravi vətəndaş deyilsən mənim kimi. Milyonlarla, yüz minlərlə abunəsi var YouTube'da. YouTube'da sıravi sənin mənim kimi vətəndaşdır. Açıb YouTube'da canlı yayımı 20 min, 30 min adam izləyir. İran deyir, bizim qardaşlarımız da orada. Bizim orada deyir, milyonlarla türk qardaşlarımız var. Azəri deyir, qardaşlarımız var.
Müdafiə edirlər. İndi gəl olsa sən buna denə ki, sən Xomeyniyə işləyirsən. Adamı gülərlər. Adamın ağzına sıçarlar bu sözə görə. Qardaş biz müdafiə edə bilmirik. Çıxıb deyə bilmirik ki, bizim orada qardaşlarımız var, soydaşlarımız var. Qonşumuz olan təhlükə nədir? Bizə də nədir? Bizi də sarsıdır, bizə də ziyandır. Olmaz belə. Siz İranın quyruğunu tapdaladınızsa gedib sabahlarım hörümüz boğazını bağlayacaq, acından qırılacaq. Niyə belə? Niyə edirsiniz buna? Biz buna qarşı durmalıyıq. Türklər niyə qarşı çıxır? Adamlar çıxırlar, cavan oğlanlardır, sənin mənim kimi. Çıxırlar mediaya belə YouTube'da. Dövlət kanalı yox, belə şəxsi kanaldır YouTube'da. Milyonların abunəsi var. Çıxır açır evini deyir, qardaş, İranı müdafiə eləməkdə. Körfəz boğazını bağlasa bizə ziyandır. Hər şey qalxacaq, hər şeyin qiyməti qalxacaq. Benzin, nefti, nə bilim, satışı, alışı hamısı qalxacaq. Bizə nə xeyri var ki? Biz İranı müdafiə eləməliyik ki, bunlardan. İran bunu eləməsin. Çünki bunların çıxarlardır, maraqlardır. Bizim eşşəklər də düşüb ortaya. Kişi, Xomeyni nə bilim, aftaba şəklini qoyub, üstündə Xomeyni yapışdırıb ki, öldü. İrana bir azadlıq gələcək. Nə qədər tipoy var, nə qədər manqurt var, nə qədər... nə də bu, nə ağıl da başınızda gəzdirirsiniz. Siz bu ağılla, bu həyatı doğrudan da mı şərəflə, ləyaqətlə, ağılla yaşadığınızın fərqindəsiniz? Doğrudan da mı belədir? Almanlar belə. Fransızlar belə, şəxsi kanalları olanlar var, sıravi vətəndaşlar. Onlar belə çıxırlar, danışırlar. Təsəvvür edirsiniz. Onlar belə danışırlar ki, bu gedən proses bizim xeyrimizə deyil. Nəsə düz getmir, xiyar vurub əribdir. Nəsə düz getmir. Onlar belə danışırlar. Bizimkilər demokratiya adı altında, azadlıq adı altında, nə bilim, yeşə bir Azərbaycan quracaq, nə varacaq. Səyvət sözlərlə həm özlərini anladılar, həm də cəmaatı. Güya bunlar söz danışırlar. Deyir, bəs niyə Rusiya kömək etmir? Qardaş, İranın köməyə ehtiyacı yoxdur. İran o qədər silah ürədib ki, o qədər silah düzəldib ki, adamların qarşısına embargo qoydular, silah sata bilməz, yasaqladılar. Sata bilmədilər. Doludur silahı. Sən 2 dənə raket atasın, o 500'dən atacaq, 1000'dən atacaq. Heç də dilənməyəsən. Heç də dilənməyəsən. Demirəm, dünyada səhər araşdırmışam. Dünyanın ən böyük mediaları belə yazır. Dünyada birinci yeri tutub bunların dronu. Rusiyanın o boyda silahları ola, hələ də bunların dronlarından istifadə edirlər. Gördülər ki, dron işə yarayır. İnsansız hava aracı. Rusiya gördü ki, raketləri daha parta-atmaqla deyil, dron bəsilir bizə. İrandan dron alır. Döşüyüb ki, nədir, Ukraynaya qarşı. Yəni, bunların dronu, dostlar, əməlli başlıca birinci yer alıb, bunların. Bunların nə qədər silahı var? Bitmir ha. Dünən gecə səhərə qədər durmuyublar. İsrail bilsiz nə gündədir? Tel Avivi, nə bilim, Beyrətdir, nədir, bir şəhər var bir dənə. Orası, digər şəhərləri. Pis gündə. İnsanlar qaçmağa yer axtarır da, yerin altında yer də qalmayıb. Badvalarda yer də qalmayıb. Çünki bu dəfə, dostlar, İranı hazırlıqsız yaxalaya bilmədilər. Keçən səfər 12 günlük müharibədə İranı hazırlıqsız yaxaladılar. Amma bu dəfə yaxalaya bilmədilər. Bu dəfə yaxalaya bilmədilər. Bəli, orada, nə bilim, prezidenti öldürülür, generalı öldürülür. Var, belə şeylər var. Amma bir şey düşünün ki, orada, orduda nə qədər əskərlər, komandirlər var. El orada da bizim soydaşlarımızdır, Azərbaycanlılarımız. Başa düşdünüz? Orada Molla rejiminin Xomeyninin tayfası deyil. Xomeyninin nəsli deyil, özü deyil. Bizim vətəndaşlarımız, soydaşlarımız da oradakılar. Qardaş və bacılarımız. Başa düşdünüz? Biz kimin yanında durmağımızı bəlli eləməliyik, mövqeyimizi bəlli eləməliyik. Yox, Molla rejimi zülüm eləyir, qəddardır, zalimdir. Bunları istəmirsənsə, o zaman təşkilatla, o zaman gücə çeviril. Sən bir millət olaraq, xalq olaraq Azərbaycan xalqı, 10 milyona səslənilən. Sən bir kişiliyin olsun, bir qiriyyətin, namusun olsun, bir ağlın olsun, bir təşkilatla, bir mövqeyini bəlli elə, bir gücə çeviril. Həmən bu sənin təşkilatının bir qolu da geçsin İrana sızsın. İrana. İranın ordusuna qədər geçsin sızsın. Təşkilatlara gücə çevirilir. İçində zülüm eləyənləri məhv eləyək. Əgər sən ağıllı millətsənsə. Aftafa paylaşmaqla deyil ki. Aftafa ilə iş düzəlmir ki.
Başa düşdün? Sen onlara aftaba deyirsən, onlar dünyanın en güclü nədir, dronlarını çıxardırlar. Sen onlara aftaba deyirsən, onlar nədir, en güclü raketləri atırlar. Aftaba ilə iş düzəlmir ki. Ağıllı olmaq lazımdır, şuurlu olmaq lazımdır. Ne vaxt kimi bu lağlağı ilə, bu məzə ilə, düşəsiz ortalığa kədənlərini aftaba belə gəldi, nə bilim, olmur axı belə. Lağlağı ilə olmur. Adamlar iş görüblər. Başa düşdünüz? Adamlar iş görüblər. Siz bu işi küçümsəyə bilmərsiniz. Yalandan da durub Siyonistə köpəkliyi eləmək, nə bilim, yox Amerika diktaturaları devirir, demokratiya gətirək. Hansı demokratiya nə? Hansı demokratiyanı? Hə? Venezuela'da getdilər, ölkənin başçısını uğradılar, apardılar. Rəsmən terrordur, rəsmən. Apardılar, nə oldu? Demokratiya gəldi mi? Var mı demokratiya? Hə? Bunlar har ayaqlarını qoyublar orada. Ne demokratiya? Demokratiya ne de şey yoktu, boş şeylerdi. Oyun damısı, fırıldaqdır. Bize demokratiyanı bizim özümüz gətirəcəyik. Bizim özümüz. Bize kiminsə gətirdiyi demokratiya lazım deyil. Bomba ilə, partlatma demokratiya olmur. Başa düşdünüz? Olmaz kardeş, olmaz. Ben kardeş Azerbaycanlıyam. Ben Azerbaycan adlı bir ərazinin vətəndaşıyam, evladıyam. Mənim qonşularıma təhlükə varsa mənə də var. Tutardı getdi. Mən belə davranıram, belə görürəm və belədir də. Belədir də. Mənim qonşuma təhlükə varsa, qonşumun evi yanarsa mən də yanacağım. Mənim də evim yanacaq. Bugün İran tək başına savaşırsa biz təklənənin yanında durmalıyıq. Başa düşdünüz? Söhbət burada Xomeyni'dən, nə bilim, o birisindən getmir. Orada savaşa aparan, ölen, canını koyan bizim soydaşlarımızdır, bizim kardeş ve bacılarımızdır. Kimse bizim apardığımız bu həqiqi mübarizənin ve həqiqi olarak apardığımız bu müdafiəmizi kimse küçümsəyə bilmez. Orada can koyan bizim kardeşlerimiz ve bacılarımızdır. Bütün bu silahları icat eden bizim kardeş ve bacılarımızdır. Vuruşan, savaşan, günahsız yere koyduğu bombalar tökülür Tehrana, nədir? Təbrizə. Orada ölenler bizim soydaşlarımızdır. Başa düşdünüz? Biz soydaşlarımızı müdafiə eləməliyik. Artistliklə yox. Aftaba şəkili paylaşmaqla sən həqiqəti bərpa eləyə bilmərsən. Ona lağ elə, buna lağ elə, Rusa lağ elə, İrana lağ elə, orana. Lağla bitmir bu şey, başını işlət. Ağlını işlət, tipoy. Demokrat bir dövlət ailədir. O Azərbaycanda da o dövlət ailədir. Başa düşdünüzmü? Yəni Əliyev rejiminin məntiqi ilə dövlət bir ailədən ibarət. Yəni İlham Əliyev, onun arvadı, qızı, oğlu, bunlar da dövlət. Amma halbuki dövlət bizik. Dövlət bizik. Bizi elə görə qoyublar ki, dövlət anlayışı yoxa çıxıbdır. Məsələ budur, qardaşlar, əziz insanlar. Neyse dostlar, məndən bu qədər. Allah amanda qalın. Özünüzdən müğayət olun. Canlı yayımı bağlayıram. İnşallah növbəti dəfə canlı yayımlarda görüşənədək. Bir daha deyirəm bəzilərinə. Özünüzü cındırlığa qoymayın. Özünüzü Azərbaycanlı kimi aparın. Fahişə kimi aparmayın. Oğraş kimi aparmayın. Satqın köpəklər. Anasının əmcəyini kəsən oğraşlar. Məni məcbur eləmir ki, mən sizə qarşı bu sözlərdən istifadə edeyim. Bu tonda danışım. Məni buna məcbur eləməyin, artistlər. Şakallar. Şərəfsiz, köpək uşağı şərəfsiz. Dostlar sağ olun, Allah amanda qalın. Haqqın, ədalətin yanında olun. Başa düşdünüzmü? İran olmur, Turan olmur, kim olur olsun. Haqq qardaşsa orada durmaq lazımdır. Bitti. Bizim İranda soydaşlarımız var. Bunlar müharibə edir, bunlar savaşırlar, bunlar ölürlər. Bunlar canlarını qoyurlar. Məsələ burada Xomeyniymiş, obisi bu deyil. Başa düşdünüzmü? Mövqeyi koymaq lazımdır. Çünki mən buyam. Qutardı getdi. Yox, nə bilim, müharibə gedirmiş. İranda rejim çökəcəkmiş. Bunlar baş şeylər damısı. İranda ideoloji bir sistem var. Sən ideoloji sistemin yetişdirdiklərini, fərdlərini bir-bir öldürməklə heç də eləyənmərsən. Heç nə.
Oldu dostlar, sağ olun. Allah amanda qalın. Allah sizləri qorusun. Allah haqlı və dürüst, ləyaqətli, Allahın mərhəməti olan qardaş və bacıları qorusun. Allah müsəlman qardaşların, bacıların köməyi olsun. Allah hamısını qorusun inşallah. Sağ olun dostlar.